Herkese selamlar, saygılar. Güney Azərbaycandan Baxış programının 90-cı bölümündəyik bugün. Sayın İnsaf Əli bəy hidayətinə söyləşimiz olacaq bugün. Mən gözləyirəm Sayın İnsaf Əli bəyi. İndi çağıraram, gələr üstə. Bugün geçən həftədə olan olaylar iki Güney Azərbaycanla ilgilidir. Onların barəsində danışacağıq. Əlbəttə ki, seçimlər ki, Güney Azərbaycanda və bütün İran tərəfində də olur, bizi etkiləyəcəkdir və orada indi hər kəsin danışdığı məsələlərdəndir. Keçən həftə ana dili günü, Dünya Ana Dili Günü münasibəti də oldu. Onu da danışacağıq və başqa məsələlər də ki, keçən həftə olmuş və Güney Azərbaycanı ilgiləndirir, onları danışacağıq. Mən İnsaf Əli bəy hidayəti gözləyirəm ki, söyləşimizə qatılsınlar. Bir dəqiqə buradan mən çağırayım. Bir daha hər kəsə salamlar, saygılar. Programımız indi başlarıq. Sayın İnsaf Əli bəy hidayət gəlsinlər və Güney Azərbaycandan Baxış programının 90-cı bölümünü sizə sunacağıq. Oldu, çağırdım. Talət bəy də gəlmişlər. Talət bəy, sizə xoş gördük. Çox sağ olun, təşəkkür. Biz İnsaf Əli bəy hidayəti gözləyirik ki, söyləşimizə qatılsınlar. Yazmış ki, gəlmişlər. İndi mən çağırım İnsaf Əli bəyi. Oldu. Selamlar, saygılar İnsaf Əli bəy. Salam əleykum. Sizin kameranız yenə də o tərəfə baxır. Onu mən görüm nə cür düzəldəcəyəm. Tamam. Mən düzün axtarsaz salam əleykum. Düzün axtarsaz çalışırdım ki, kompüterlə gəlim. Amma olmadı. Feylən telefonundan gələk, görək nə olur. Oldu da onları öncədən gələn dəfə hazırlarıq ki, siz bilgisayardan da qatıla bilərsiniz. Tamam. Çox xoş gördük sizi. Salam əleykum, xoş gününüzə görüm inşallah sizin və tamam görənlərin, baxanların, eşidənlərin. Sağ olun. Buyurun, bugün nə konular istəyirsiniz danışaq? Mənə görə geçən həftə olaylardan ən önəmlisi uluslar arası ana dil günü idi. Doğru. Onun doğru deyişi də öylədir. Uluslar arası ana dil günü. Bəli, doğru. Ana dili günü yazırlar. Ana dil günü. Oldu və o barədə istəyirsiniz danışaq. Buyurun. Buyurun sizdən eşidək. Buyurun. Siz müqəddimə istəyirsiniz yoxsa da mən başlayayım? Yox da biz ana dili gününü istəyirik danışaq. Görək ki, bu il gəldi geçdi. İndi fevral ayında, Şubat ayında. Və bu, yəni orada necə tutuldu? Hətta mən bilirəm ki, kitablar da dağıldı UNESCO tərəfindən. Xəbəriniz vardı bundan, deyil mi? Yox. UNESCO'dan, yəni qaliba UNESCO'nun maliyyəciliyi ilə bəzi ana dilində, Azərbaycan türkçəsində belə küçük 30-40 sayfalık kitablar bəzilərinə verildi. Bu barədə sizin görüşünüzü eşidək. Bizim Güney Azərbaycandakı uşaqları deyirsiniz. Dedim ki, UNESCO'nun özü paylayıbdı. Yox da UNESCO'nun tərəfindən qaliba maliyyələşmişmiş o kitab. Onun xəbərim yoxdur. Gördüm o videoları ki, dostlarımız, Azərbaycan sevərlər kitablar paylayırlar, uşaqlara mədrəsələrdə, mədrəsə önlərində verirlər, amma bilmədim ki, o UNESCO-nun tərəfindəndir. Orası çox da gözəl xəbər. Ola bilir, mən yanlış olam.
təbii ki, o yanlış desəm, onu sonra təsih edərik, düzəldərik də. Tamam. Ərz eləyim ki, mən əvvəl özümün bir iştibahımı açıqlayım cənab Sağ. Buyur. Biz elə burada oturmuşuq yanlışları düzəltməyə də. Tamam. Mən illər boyu deyirdim bəlkə ana dili deyəndə ya farsça zəbanı madəri mənə soru çıxmışdı ki, niyə zəbanı madəri, niyə zəbanı pedəri yox, niyə dədə dili yox, nənə dili? Düzün axtarsaq bunu, hətta Günas TV-də də yadıma gəlir, bunun üstündə danışmışdım ki, məsələn, niyə nənə dili? Və mən deyirdim bəlkə, nənə dili nə cüradır? Yəni, onda özümə də sual gəlirdi ki, filan kəsin xanımısı farsdır, özü türkdür. Bu niyə məsələn deyir ki, onda bunun nənə dili farsdır da, nənəsinin, xanımısının dili farsdır, uşaqlarının dili farsdır. Bu neynəsin? Birininki kürdür xanımısı, uşaqları, məsələn, ola bilər kürdü dili, nənə dilləri kürdü dili olacaq. Birininki ərəbdir, birininki nə bilim ayrı dildir, mazənidir, filandır. Erməni dilidir. Yəni ola bilər bizim dostlarımızın erməninin evlənmiş olarlar. Günah deyil, çox da gözəl bir işdir. Yəni evlənir, birini sevir, evlənir. İndi nənə dili burada nə anlam gətirir? Ana dili. Bir dana bu ana dilinə bir dostumuz bir cümlədə, yəni bir dana mətni yazmışdı, bir nəfər məqalə yazmışdı. Ana dilinə də heç rəbti yox idi. Onun içində bir dana kəlmə var idi. Yəni məsələn fikir edin ki, 1500 kəlmə yazıbdı. Onun içində bir dana kəlmə var idi. O kəlmə birdən mənim zehnimdə bir ildırım çaxdı. Bu il. Yəni mən keçən 20 ili heç olmasa ana dili haqqında danışmışam, amma bu illəri birdən bir Gəlin mənə o sual gəldi. Ana dili nədir? Biz ana dili deyəndə nə qəsd edirik? Qəsdimiz nədir, istəyimiz nədir, nə görməliyik? Mən sonra çox bunun üstündə düşündüm. Düzün axtarsınız bir neçə gün əslən kolləm vaxtımı qoydum bunun haqqında yazam, düşünəm, şey eləyəm, görüm ki, nə olur. Sonra özümə belə həll elədim. Ana dili nənə dili deyil. Ana nə demək? Ana yəni o adam ki bizi doğubdu, bizim vücudumuz ona bağlıymış. Onun vücudu olmasaymış biz olmayacağımışıq. Bəs vətən nədir? Anadır. Torpaq bu torpaq ki var, yer torpağı həm bizim anamızdır. Həm tüm yaradıcılar ki yer üzündə vardı, canlı, cansız ki var yer üzündə, onların anası bu torpaqdır, bu vətən. Bəs ana nədir? Doğan yerdir, doğandır. Ya vətən. İndi ana dili nə olur? O vətəndə çoxluq danışan dil olur ana dili. Yəni milli dil. O şey ki biz milli dil bəzən Telefonunuz düzəldi, düşdü. Düşdü, həm də ki bizim bir dostumuz var, siz də tanırsınız, o zəng gelir. Ona görə ikisi bir yerdə söküldü ortaya, bu yaz dayandım mən. Cavab verməyin də. Ona da cavab verməsəm çox pis olacaq, amma görək nə eləməliyik. Tamam. Ərz eləyim ki, Çəngiz bəy zəng eləyibdi. Hər kəsə səlamlar, saygılar orada yazırlar. Yoldaşlar səlamlar, saygılar yazırlar. Biz də onlara bilməqabilə səlamlar, saygılar sunuruq. Siz oradan devam edəcəksiniz ki, ana dili bir vətən ana dili dediyimiz vətən dilidir. Buyurun. Ana dili vətən dilidir, milli dildir, millətin dilidir. O millət çoxunluq nə olursa, o onun ana dilidir. İndi burada bir şey gəlir. Ortaya, əlbəttə qoyun, davam verim. Sonra əgər suallar olsa, bu haqda cavab verərəm. Özüm də sualım var əlbəttə. Məsələn, köçənlərin dili nə olur? Ana dili nə olur? Yəni, burada bir irad çıxır da. İndi deyək ki, biz Azərbaycanlıyıq, köçdük Kanadaya, Amerikaya, Fransaya, nə bilim, Rusiya, Ərəbistana. Ana dilimiz nə olur burada? Bu bir məsələdir. İndi ana dili, pəs mənim indi taza tərifim bu oldu. Ana dilinin anlamı məncə milli dildir, rəsmi dildir. Yəni bir millətin özünün rəsmi dilidir. İndi İranda bizim ana dilimiz var, var. Rəsmidir, yox, rəsmi deyil. Onun savaşı gedir. Onun savaşı
gedir. Bu o. İndi ana dil daha nədir? Yəni orada dedik ki, vətən dilidir, milli dildir, rəsmi dildir. İndi rəsmi olmayanda nə olur? Qaçaq olur. Qaçaq dil rəsmi dil deyil, ana dil də deyil. Siz bu rəsmiyə gərək çevirəsiniz. İstəyirsiniz ki, ana diliz rəsmi şey ola, milli ola, şey ola, doğrudan ana dili ola və doğrudan vətən dili, vətən milli dili ola, gələk onu rəsmiyyətə çevirəsiniz. Rəsmiyyətə olmasa siz qaçaqsınız. İran qanunu əsasında bir dil rəsmidir. O da fars dilidir. Qalan dillərin hamısı qeyri-rəsmi və qaçaq dildir. Necə ki, millətlər. Əfqanistan qanununu mən Günas TV-də açıqladım, qanun əsasını açıqladım, oxudum. Maddə mən o Əfqanistan qanununu oxumuşam. Çox gözəldir. Yəni, İran qanununa baxanda, bu fars qanunu ki, İrana hakimdir. Məsələn, əslən, 0 ilə 100-ü müqayisə eləmək olmaz ki, heç vaxt müqayisə eləmək. Çünki 0-in bir şeyi yoxdur. İranın qanunu 0-dir, oranın ki, orada millətlərin də adını gətirir. Yəni, Əfqanistanda həm dillərin adını gətirir, rəsmi olaraq, həm də millətləri ki, o dildə danışırlar, onların adını gətirir. Hətta bir şey əlavə edir. Deyir ki, Əfqanistan qanununda deyir ki, bu dillər və bu millətlərdən əlavə bir dil və millət olsa ki, biz bu qanunda gətirməmişik, o da rəsmidir. Görün nə qədər diqqət edin ki, çünki bir kətdə, məsələn, Azərbaycan Cumhuriyyətində çoxlu kətlər var, ya şəhərdə. Yəni, bir millət var orada, məsələn, 300 ailədir. Kollə Azərbaycanda 300 ailə 2 kətdə yaşır. Bu sözü də hardan deyirəm? Bunu da türk deməyib mənə. Bir dənə tanıdığınız bir ərəb var, Yusuf Əzizi Bənitorov adında bir yazar var, ərəb yazarı, Ələhvaz ərəblərindən. Azərbaycana müsafirət eləmişdi. O gedib Azərbaycanın şəhərlərində dolanmışdı. Görmüşdü orada talişlərin özlərinin rəsmi mədrəsələri, rəsmi dilləri var. Orada getmişdi, deyirdi, 2 dənə kət var Azərbaycanda ki, onların 300-dən az evidir. Kolli evlər ki, orada vardı. Uşaqların sayıcı dərs olur, 30 nəfər, 32 nəfərdir. Deyir ki, bunların burada rəsmi dilləri şeydir, ana dillər idi. Bunun yanında Azərbaycan dili, türkcəsi də oxurlar. Diqqət buyurun, yəni bu qədər bir dənə məmləkətdə önəm verir ki, bir millətin dili var. Millət nədir? Millət də mənim öz tərifim, şəxsi tərifim. Olsun, millətin tərifinə getmirik ki. Tamam, dilin tərifində devam edir. Ana dili gününün barəsində. Ana dili. Yox, istirdim orada milləti də bir tərif edeyim, tamam. Ana dili. Ana dili təhcə bəzilər bunu İranda bizə, hətta danışqahda, mən oxuduğum danışqahda bizim beynimizə soxmuşlar ki, ana dili, yəni dil bir dənə vəsilədir, əbzardır, alətdir. Ayrı adamlarla əlaqəyə geçməyə. Telefona tay bir şeydir. Dil telefona tay bir şeydir. Sən bu telefonu işlətməsən, ayrı telefon alarsan, mobil alarsan, ev telefonu istifadə edərsən, yer telefonu. Yox, belə deyil. Dil vəsilə deyil. Dil alət deyil. Dil düşüncədir. Dil mədəniyyətdir. Dil inkişaf olacaq, olmayacaq, gələcəkdə onu təyin elər. Baxın, məsələn, Alman dili bir məqtədə tapılıbdır da, o şey dili altından çıxıbdır, olubdur, rəsmi dil və özünə bir meydan tapıbdır. Amma bu dildə bu güc vardır ki, gələcəkdə bu milləti Alman eləsin ki, indi olubdur. Yəni 250 il, 300 il bundan qabaq tapılan dil ki, rəsmi olubdur, o 200 ildə bu milləti buna yetirir, bugünkü yerə. O dildir buna yetirir. Çünki dil özü ilə düşüncə daşır. Dil özü ilə hərəkət daşır, sukun daşır. Bir dil var ki, sizi hərəkətə aparar, bir dil var sizi yatırdar. Bir nənə var ki, balaya laylay çalar, yatsın. Bir nənə də var, balanı təşviq edər, dursun, qaçsın, yerisin, danışsın, desin, gülsün. 2 dənə dil, ana dili də belədir. Biri deyər, otur, dinmə, tərpəşmə, sən çalışma. Biri də deyər, yox, hərəkət elə. İndi tarixə baxanda, hökumətlərə baxanda siz hökumətləri buradan görə bilirsiniz ki, bu hökumətlə, bu hakimiyyətlə bunun nə fərqi var? Niyə bir millət dövlət qura bilib, hakimiyyət, imperatorluqlar qurubdur?
Biri qura bilməyibdi. Niyə? Biri bir müddət qurubdu, ondan sonra kəsilib də qura bilməyibdi. Məsələn, bir çox imperatorluqlar bilirsiniz, tarixdə gəliblər, millətlər imperatorluq qurublar, sonra yox olublar, nə millətdən özü əsər qalır, nə də dillərindən, nə tarixlərindən, əlbəttə orada burada əsər qalır tarix, bəzilərinin tarixindən. Amma baxırsınız ki, qadınları bir, məsələn, Türk milləti dünyada təhcə millətdir ki, varlığı zamanında hakimiyyəti qırılmayıbdır. Hakimiyyəti bir yerdə də qırılsa, məsələn, Güney Azərbaycanda hakimiyyəti olmayıbdır, amma Türkiyədə olubdur, Azərbaycanda olubdur, filan yerdə olubdur, filan yerdə olubdur, filan yerdə olubdur. Yəni, bu hakimiyyət davam tapıbdır. Bu, o dilin gücüdür. Dil saxlır bunu. İndi, dil sadəcə milli dil və ana dili deyil. Daha nədir? Mədəniyyətdir. Mədəniyyət dediğiniz şey, yəni, o şey ki, toplum yaşır. O şey ki, tarix boyu ələ gətiribdir. Mədəniyyət ərəbcədə, farscədə fərqi var. Ərəbcədə mədəniyyət həm düşüncələrə deyilir, həm incə sənətlərə deyilir, musiqi olsun, nəqqaşlıq olsun, memarlıq olsun, şəhərsazlıq olsun, həm də o şeylər ki, insan ixtira eləyibdir, iktişaf eləyibdir, onlara deyilir. Hər mənə ki, bəşər yaradıbdır. Təyərdən tutmuş, ta kompüterəcən, ta internetəcən, bunların hamısı mədəniyyətin səmərəsidir. İndi, hangi dilin mədəniyyətinin sonucudur, ona baxmalıyıq. O dil, yəni yaradıcıdır indiki. İndiki, bugünkü dünyada ən güclü dil ingiliscədir. Niyə ki, tamam yaradıcıqların çoxu onun yolu ilə mədəniyyətə əlavə olur hər gün. O birisi dillərdə də var. İndi, məsələn, Türkiyədə görürsünüz ki, Türkiyə bu son zamanlarda başlayıb təyyarələr düzəldir. Başlayıb gəmilər düzəldir. Başlayıb şəhər. Məsələn, Türkiyənin ən böyük işi ki, hangi dövlət olsaydı yıxılardı mütləqa, Amerikada olsaydı yıxılardı. 13 milyon ev zəlzələdə yıxıldı. Bir il üstündən geçir. Bir ildən də biraz öz-büyüz. Amma bu millət orada ayaq üstə durub onları tikir. Yıxılmayıbdı. Çətinlik çəkir, bahalıq gəlibdir, filan, bəhman kirayələr yuxarıya gedibdir. Amma fikir edin ki, 13 milyon adam küçədə idi. 13 milyonu dünyada heç kəs, dünya dövlətləri yığışıb onu saxlamağa gücləri olmaz, çətin tapar. Yəni, heç kəs bu gücə girməz ki, mən girəcəm bu millət 13 milyonu yemağın, gündə işmağın, gəlir, gedir, təmin, hər şeyin təmin edir, imkansızdır. Amma bir dana bu dil mədəniyyəti, bu türk dili mədəniyyəti bunun öhdəsindən orada çıxır. Yəni, dözür. Düzdür, intiqadlar var, zorluqlar var, amma bunu yaşırlar. Mənim nəzərimcə, dil təməddün və mədəniyyətdir. Təməddün mədəniyyətin ayrılmış kəlmədir. Kökü modondur, mədəndir, mədəndən gedib olur mədəniyyət, təməddün də ondan gəlir. Mənim nəzərimcə, bir təməddünü, bir millətin ana dilin, bir millətin milli dilin, bir millətin ev dili eləmək olmaz. Xamenei deyir ki, evdə türkçə danışır uşaqlarını. Bu demək nədir? Bu demək budur ki, bir nəfərin azadlığın, bir toplumun, bir millətin, bir dilin, bir mədəniyyətin azadlığını alırsınız, salırsınız ev həbsinə. Hər evin o birisi evinə ilgisi yoxdur ki, xüsusən İran kimi bir yerdə ki, genə sizlə biz Kanadada yaşırıq, bilirik ki, həyətlərin difarı yoxdur. Difarı olmadığı üçün heç kəs demir ki, bura mənim cızığımda ora keçənmərəm. Adamlar bir-birinin həyətindən geçirlər də, gəlirlər də, bir-birlərinə şey olur. Yəni, düşüncə alveri də olur, gəlcə də alveri də olur, filan da olur. Amma İranda həyətlərin dövrəsinə divar çəkirlər. Divarın da başına neyzə qoyurlar. Neyzənin başına sınıq şüşə qoyurlar. Onun başına dürbün qoyurlar. Onun başına bərq vururlar ki, adamlar bir-birinə keçməsinlər. Yəni, bu cəmiyyətşünasi bir məsələdir. Hər ikisi toplumsal bir konudur ki, mütaliə olunsun, niyə belədir bu toplumlar. Amma hər halda mədəniyyəti və dili bir evdə zindanı eləsəz, onu bir evə desəz ki, evdə dil, bu dil yanlış, o dil ölümə məhkum olar. Siz hər kəsi mühasirə eləsəz, hangi milləti, hangi dövləti mühasirə eləsəz, salsaz ki, ora bir şey getməsin, oradan bir şey çıxmasın, o millət ölməyə məhkumdur. Çox zorla diri qala bilər. Və diri qalmaq ilə ölü qalmağın o qət mənası olmaz. Bunun üçün mən fikir edirəm ki, bir dana mədəniyyət hətmən gərək rəsmi ola, dil hətmən gərək dünya ilə ilgidə ola, alverə girə, hətmən gərək bu
təlim-tərbiyyət sisteminə keçər. Həttəmən gərək bu dil hüquq dili ola, qanun dili ola. Həttəmən bu dil gərək iş dili ola. Həttəmən gərək gəlir dili ola. Yəni ana dili, gəlir dili olmasa ana dili deyil. Ölməlidir. Öləcək, gecə-tez öləcək. Ana dili. Çünki baxın, biz niyə dil oxuruq? Niyə indi İranda hər yerdə insanlar çalışırlar? Məsələn, türkcəni oxuyursunlar. Keçən xüsusi mədrəsədə, özəl mədrəsələrdə bunu oxusunlar, türkcəni öyrəşsin. Ya ingiliscəni, ya almancanı, ya ruscanı, ya fransızcanı. Niyə öyrəşir? Deyir ki, bunu mən öyrəşsəm, mənə mənfəəti var. Nədir? Qazancım çox olacaq. Ya bu məmləkətlərə köçəcəyəm. Ya bunların kitablarında oxuyacağam. Ya burada gedib dərs oxuyacağam. Mənfəəti var mənə. Onun üçün. Amma əgər siz bir dildən evə həbs eləsəz, zindanı eləsəz, zindana salmısınız da, fərq etməz ki, bəzi adamları indi dünyanın çox yerində adamların ayağına bağlıdırlar, ayaq bağı bağlıdırlar, qandal deyirlər, fikirlə, məsələn, türkçə, ha? Elektronik elektronik qandal bağlıdırlar, deyirlər, sən evdən eşiyə çıxanmazsan. Evet. Ya tamam. Bu zindandır da, yəni bu zindan. Dilə də qandal bağlasan, dilində ayağına çıxsan, bu evdə danış, eşikdə danışma. Qazancın olması o dilin dalınca get. O dil gec-tez ölər. Gec-tez ölər. İmkansızdır o dil davam gətirsin. Tamam dillər ki ölüblər. Çünki onlara meydan olmayıbdır. Çıxalar toplumlarda özlərini görsədələr. Məhkum olublar təhqirə, tohinə, öz içində aradan getməyə və yavaş-yavaş da ölüblər, gediblər. Elə dil var ki, mən keçən həftələrdə bir amar eşitdim, deyirdi, İranda 300 dana ləhcə ölübdür. Dil və ləhcə ölübdür keçən 50-60 ildə. Və hər 4 ildən bir dana dil ölür. Belə bir şey deyirlər. Yəni, bu çox əcibə bir məsələdir. Bəs mənim nəzərimdən ana dili təlim dili olmalıdır. Dövlət dili olmalıdır, qanun dili olmalıdır, iş dili olmalıdır, gəlir qaynağı olmalıdır. Əgər bu olmasa, ana dili məhkum eləmişik ölməyə. Ondan sonra nə mənə gəlir? Ana dili toplum yaşadar, ailə yaşatmaz. Əlbəttə, məsələn, Yahudilərdə ana dilinin yaşadan xanımlardır. Bu çox önəmlidir. Qadınlardır. Qadınlardılar ki, ana dilin yaşadılar və Yəhudi olmaq anadan balıya keçər. Dədədən balıya keçə bilməz. Yəni, dədənin mümkündür gedə 10 dana xanımısı ola, bir dana Yəhudi adam, Yəhudi kişinin 4 dana, 5 dana, 10 dana xanımısı var, ya qadını var. Amma bunların heç birisi uşağı olmaz, Yəhudi olmaz. İlla ki, nənə gərək Yəhudi olur. Bəs, bu da xanımların önəmi görsədir. Yəni, mən Yəhudi dininə bir din olaraq hörmət qailəm. Bilirsiniz ki, İslamın da, Məsihiyyətin də kökü Yəhudiyyətdir. Hər şeydə Yəhudiyyətə danışır və bizə çox yanlış anladıqlar Yəhudiyyəti görə. Məsələn, deyiblər ki, misal vururam, o qədim mollalar bizi toğlamaqlarından misal vururum bir dəfə. Mollalar deyiblər ki, tarixdə bizə, filan kəsi tutdular, gördülər ki, şalvarın çəkdilər şahı, gördülər ki, özünü kəsdirməyib, bildilər Yəhudidir. Mən də buna inanmışdım. Mən insafəli hidayət olaraq buna inanmışdım. Ta bu ki, Kanadada mənim nəvəm oldu. Bunu apardıq Bimaristana, yəni Bimaristanda nəvəm oldu. Bimaristanda döktür bizə bir kağız gətirdi. Böyük bir 2 səfərlik bir çahardan da yekə bir kağız. Orada bu şişə alətinin əksini çəkmişdi. 9 cürə bu aləti Yəhudilər kəsərmişlər. 9 cürə. Onu görsətdi, dedi ki, siz uşağınızı istəyirsiniz, əvvəl kəsəsiz ya yox. İkinci, bunların hansısı üzünə istəyirsiniz, kəsəsiz. Dedik ki, bu nədir? Dedi ki, bunlar Yəhudilərindir. Yəhudilər üzürsüz kəsərlər. Siz də bəlli gələn nəzərə gəlir ki, o bölgənin insanısınız, Middle East'in insanısınız. Bəlkə istərsiniz ki, belə bir haqqı sizə biz deyək ki, haqqınız var belə bir şey. Eşikdə baxadır, Bimaristanda məsələn $60, eşikdə $450. Tamam dedik, sağ olun da biz de onlardan birini seçdik. İstəyirəm nə deyəm? Deyəm ki, bizə o qədər yanlış öyrədiblər dinləri ki, bəzən biz çox şeyi acib qərib düşünürük. Hər halda dili... Dönəlim ana dili gününə. Ana dili gününə. Ana dili milli dildir, toplum dilidir. Yaşamaq dilidir. Həm özü yaşar, həm yaşadar. Dili də
toplum yaşamasa toplum o dili. O dil de öyle, toplum da öler. Toplum da aradan gedər. Bu da o şeydir ki, mən yenə bu son zamanlarda bunları düşünməyə çalışdım və əlavə elədim qabaqçı görüşlərimə. Ana dili dünya görüşüdür. Yəni biz hangi pəncərədən dünyaya baxırıq? Məsələn, farslara görə, ərəblərə görə, ermənilərə görə, yəhudilərə görə, məsihlərə görə, kafirlərə görə, qeyri-kafirlərə görə, müsəlmanlara görə, ərəbistanlılara görə, bunları Amerikalılara görə, ingilislərə görə, Fransızlara, Avropaya görə, Amerikaya görə nə cür düşünürük? Dil vasitəsilə düşünürük. Məsələn, İran radio televizyonu, İran kollən dövləti Avropanı, Amerikanı bir dənə çox açıq və çox belə namussuz bir yer görsədir ki, heç orada bəfası yoxdur bir-birinə. Və İranda xanımlar, kişilər mütəəssifanə Avropanı, Amerikanı, Kanadanı belə görürlər. Deyirlər ki, burada bir azadlıq deyəndə onların nəzərinə gəlir ki, bəs burada elə hər kəs hər kəsədir. Bu, o toplumda o dil ilə insanlara dünyanı göstərdikləri yoldur. Məsələn, dünyada siz tamam fəlsəfələrin hamısı baxsınız, Amerikanın fəlsəfəsindən, Kanadanın fəlsəfəsindən, Japonun fəlsəfəsi ilə, Çinin fəlsəfəsi ilə, Hindistanın fəlsəfəsi ilə, Almanın fəlsəfəsinə baxsınız, fərq edir. Niyə fərq edir? Çünki dilləri fərq edir. Çünki dilləri və mədəniyyətlər, dedik ki, mədəniyyət ibarətdir dildən, o fərq edir. Bu yaşamların fərqini gör. Dünyaya biz hangi gözdən baxırıq, nə cür baxırıq? Dünyanı düşmən görürük, dost görürük. Dünyanı yaşamalı bir yer görürük, yoxsa bir ayrı yaşamalı yerə ki, yerin altındadır təəssüflə. Ora getməyi dünyanın şeyi bilirik. Mənim nəzərimə gəlir ki, dünya görüşü çox-çox önəmlidir və dilə bağlıdır. Toplumun gəlişməsi, inkişafı, توسعه farsça deyirlər. توسعه ictimai, توسعه fərhəngi, توسعه zehni. Bunların hamısı dilə bağlıdır. Dil nə qədər sizi qanqallarsa, nə qədər qandal vursa ayaqsa, beyninizə də qanqal vuracaqdır. Bu sizi eləyəcəkdir. Və ha belə sizi yürüdəndir. Maşının benzini olar onu aparar, ya motoru olar. Motora da benzin olmasa hərəkət eləməz. Ya bərqlə dindir, bərqicə də o maşını hərəkətə gətirər. İnsanın da beynin, vücudun, cismin hərəkətə gətirən dildir. Beyin dillə çalışır. Beyin düzdür, enerji lazımdır. Amma o enerji nəyə lazımdır? O motoru, o dili işə salmaq üçün. Bu dildir ki, bizi hərəkətə gətirir, bizim beynimizi, düşüncəmizi, baxışımızı. Mütəəssifanə bugün görürük ki, bizim camiəmizdə, məsələn, qadınlara əziyyət verirlər, vururlar, öldürürlər, kəsirlər. Ya bu son zamanlarda görürük, qadınlar da çox giriblər bu məsələyə. Bəzən görürük ki, kişilərin, uşaqların öldürürlər, mütəəssifanə bunlar görünür. Bu, o beyində yerləşdirən düşüncədir, dildir. Dildən, dilə bağlı olan şeylərdir. Mütəəssifanə bizim bilim üzəri, düşüncə üzəri dilimizlə, farsı dili ilə türkçə dili arasında ilgi qura bilməmişik. Mən özümü yadıma gəlir, 7-ni oxuyana qədər mən bilmirdim ki, bu fars dilidir, bu türk dilidir, fərqini bilmirdim. Bəlkə də mən geri qalmış bir uşaq idim, amma nəcür oldu? Məsələn, o gündən ki, mən birdən bunu ayıldım ki, o bu iki dildir, iki dünyadır, iki şeydir. Ondan sonra mən farsıda, məsələn, 7-ni oxuyanda nə öyrəşmişəm, bugün mənim savadım odur. Mən yazmaqda, oxumaqda, məsələn, mümkün də orada burada bir taza bir söz öyrəşmişəm, amma məsələn, bunların çoxu Kanadaya gələndən ya ərəb dilini oxuyandan bu üzədir. Mən əslində fars dilindən 7-dən bu üzə bir şey öyrəşməmişəm. Əslində desək mümkün, məsələn, cami-şinasda 2-3 dənə lüğət oxumuşam, ya ulum siyasisində 1-2 lüğət oxumuşam. Bunlardan sonra onların da hamısı ərəbcədir. Yəni, farsca deyil. Ana dili məncə ağıldır. O şey ki, deyirik, əqil. Əql, ərəbcə. O ağıl dediyiniz sözün özü dildir, ana dilidir. Baxın, niyə bunu deyirəm? Oğuz bəy, nənədən olanda heç bizim beynimiz var da, nənədən olanda başımızdan içini əgər açsalar, içində beynimiz var. Amma o beynin içində bir şey yoxdur. Biz onu yavaş-yavaş ana dili ilə doldururuq. Yavaş-yavaş içinə
zəbt edirik, görürük, hiss edirik, dadırıq, eşidirik. Bunlarla, bu 5 dənə hissimizlə bunları doldururuq bura. Biz nə doldururuq bura? Ağlımız nədir? Ağıl dediğiniz şey, nə qədər bura çox o dildən doldura bilsəz, belə ağlınız çoxdur. Nə qədər məlumatınız çox olsa, nə qədər ittilaat ki almışsınız, bilgi ki almışsınız, o bilgi çox olsa, toplumdan alırsınız da, bunu kitap okursunuz, məcəllə okursunuz, ruznamə okursunuz, radyo, televizyona qulaq asırsınız, danışgaha gedirsiniz, mədrəsəyə gedirsiniz, müəllimiz var, dostlarınız var, dədəz, nənəz, nağıllar, hekayələr, tapbacalar. Bunların hamısı, bunları alırsınız. Bunlar sizin ağlınızı yaradır. Ben, dil ağıldır. Əgər siz dili beyindən çəksəz, indi mənim yaşım var. 59 yaşıma geçirəm bir aydan sonra. 59 yaşlıyıq. 59 yaşım var. İndi bunu mənim beynimdən çəksələr, alsalar, qoy ayrı misal vurum. Mənim dədəmin 73 yaşı var. Alzheimer tutdu. Dili onun ağzından çəkiblər, çıxadıblar. Dilin birazın onun beynindən. Geçmiş olsun. Sağ olun. Onun beynindən birazın çəkiblər, çıxadıblar. Dədəmin beynindən. Mənim dədəm indi o dil çıxdığı üçün məni tanımır. Famillərimi tanımır. Niye? Çok sağ ol. Çünkü dil, bu ağıl dediğiniz şey dilden ibarətdir. Onu unutsaz, ağlınızı unudar. Ağıl yok olar. Heç olar. Eyni elə bir şey, buradan lampı vurmuşdunuz, bir qaranlıq otağa girmişsiniz, lampı vurmuşsunuz, yanıbdı, ora ışıqlanıbdı, o dildi. Əgər o dili sizdən alsalar, o qaranlığa qeydərsiniz. Oldu. Alzheimer çox təəssüflə. Mən elə buradan da sizin buradan eləyim, bir dəfə də bunu vəsiyyətimi deyim. Mən Alzheimer tutsam lütfən məni öldürmən uşaqlarım. Çox ağır bir şeymiş, çox ağır bir şeymiş. Çok da özel şeylere. Çok teşekkür. Amma ağıl dediğiniz dildir. Dil o ağılı düzəldir. Dil sizin nəyinizi düzəldir? Təcrübəsi. Sizin təcrübəzin yol yöntəminə, sizin təcrübəzin məcurluğuna şəkilləndirir. O dildir. Mütəəssifanə dədənənələr bəzən bu uşaqların vururlar, döyürlər. Uşaqlıqdan danışırlar. Məsələn, elə ya o ağlayan günlərdən ki, məsələn, inəkləməklə, ya belə doğulan gündən də siz uşaqla neyinirsiniz bu dil haqqında, davranış haqqında ona təcrübə verirsiniz, onu örgəlir. O əlinizin dilini də bilir. Onu ki, belə vurursunuz, onu da bilir. Onu ki, güldürürsünüz, onu da bilir. Onların hamısı o dildə yığışır bura, onun ağlın, onun təcrübəsin, onun dünya görüşün, onun gələcəkdə qorxaq olsun, igid olsun, vətənçi olsun, millətçi olsun, onları indi siz bunun uşağın beyninə doldurursunuz. İndi siz onun beyninə İrançılıq doldurarsınız, vətənçilik doldurarsınız. Dünən gecə fikirləşirdim bu proqrama görə, Oğuz bəy, deyirdim ki, əgər nədən məsələn, biz dua biz əvvələn müsəlmanlıq istəyək istəmiyox. Yəni, nənə dedəmiz müsəlman olubdur. Biz də istəyək istəmiyox. Onların yolunda getmişik. Cəsarət eləmirik hələ din dəyişdirək. Və dəyişdirsək də nə əsasda dəyişdirəcək və nəyə dəyişdirəcək? Bundan yaxşısını tapacaq, yoxsa bundan pisini tapacaq? O da bir məsələdir. Amma mən düşünürdüm ki, insanlar dua edir. Nədən mən Günas TV-də 11 il çalışdım. 11 ildə hər cəlsənin sonunda demək, ilahi bizi vətən yolunda mübarizə eləyənlərdən, istiqlala əl tapanlardan, istiqlalı qoruyanlardan elə. Və mənim eşidənlərim desinlər, amin, bizi də vətəni qoruyan elə. Baxın, bu çox mühümdür. Siz daimən özünüzə, dualarınızda nə istəyirsiniz? Amma millətinizə istəmirsiniz. Çünki dilinizi əldən vermişsiniz, sizdə millət, vətən şeyi çıxıbdır. Baxın, mən bu duanı niyə dönənəcən eləməmişəm? Niyə bunu düşünməmişəm? Çünki mənim beynim İrançılıqdaymış. O işğaldaymış. Mən öz mənafiyimi, öz dilimin, öz millətimin, öz milli mənafiyimi hələ çoxunu düşünmürmüşəm. Mən dünən gecə buradan, nədən? Onda bir dana türkü seriala baxırdım. Gördüm orada dua eləyir. Allah bizim evlatlarımızı və millətimizi daima hakimiyyətdə qıl, vətənimizi qoru. Birdən, olam, mən niyə duan eləməmişəm? Deyə özümdən soruşdum. Birdən gördüm, olam, biz hər halda, hər dil geçmişdən gəlir. Mən bu cümləni də deyim, qutarımda, bu cümləni də deyim dil məsələsində. Hər dilin geçmişi var, tarixi var.
geçmişdən gəlir. Hı hı. Amma toplumun, bugünkü toplumun gələcəyin təyin edir, gələcəyin göstərir, gələcəyinə işıq salır. O gələcək nə olacaq? İndi onun işığı 100 ili görür, yoxsa 2 ili, 3 ili, 1 ili, yarım ili, 6 ay, 5 ay, 5 gün görür. O dil bunu sizə göstərir. Dilin gücü, elm gücü xüsusən bugünkü meyarlarından dilin gücü elm gücüdür. Şeir gücü deyil. Şeir də dilin bir parçasıdır. Məsələn, 100 parçasından biri də şeirdir. Amma dilin gücü elm gücüdür, teknoloji gücüdür, sənət gücüdür, gələcək görmək gücüdür və bu da hamısı fəlsəfə dedikləri şeydir. Yəni düşüncə tərzidir. Dil bunu, bu səviyyəni, bu gələcəkdə siz nə səviyyədə olacaqsa onu göstərir. Fars dili, indi burada da sonucu alım tutarım. Fars dili buradan heç bir gəlişimə tarix boyu səbəb olmayıbdır. Şeirdən sonra bir şeir yazıblar. O da şeirə də diqqət eləsəz, yığsaz bir yerə, mən yığmamışam, amma yığmaq olar. Hafizin Kolli şeirdə işlətdiyi kəlmələri bir-bir saysaq ki, təkrar olmaya, bəlkə 500-dən, 1000-dən izafiyə çıxmaz. Yəni siz 1000 dana kəlmə ilə, mən eşitdiyim bu Kanadada 3000 dana kəlmə siz başarsınız, bir dildən kitab yazarsınız. Yəni Fars dili ehtimalən, məsələn, o Hafizin dili yığsaz, məsələn, 1000-2000 kəlmədən izafə deyil. Onun gələcək yarada bilməz. Onun üçün şeirdən bir şey çıxmayıb burada tarixdə. Nə fikir çıxıb, nə düşüncə fikir çıxıb, nə insaniyyət çıxıb, nə hüquq bəşər çıxıb, nə demokrasi çıxıb, nə azadlıq çıxıb, nə rifah çıxıb, nə əmniyyət çıxıb. Heç zat çıxmayıbdır. Fəqət düşmənçiliyi çoxaldıqdır. Buyurun. Çox uzun oldu. Deyirəm ki, yox, məsələ uzunluğu deyil. Sizin söhbətinizdən mən yararlandım, öyrəndim. Ancaq yəni hər şeydən, hər şeyə işarə elədiniz, hər şeydən danışdınız. O da yəni elə yaxşıdır, yəni değişik boyutlarına. Ancaq mən yalnız o başlığımız ki, ana dili günüdür, o barədə görüşümü deyəcəyim xidmətinizə və biraz da ana dili barəsində. Mən yoldaşlar, burada hər kəsə salamlarımı, saygılarımı bir daha sunuram. Güney Azərbaycandan Baxış proqramının 90-cı bölümündəsiniz. Və mən çox sevinirəm ki, bunu 90 dəfədir ki, eləyirik, 90 yoldur. Və bu internetdə vardır bu danışıqlarımızın hamısı. Burada olan yoldaşlardan, tək-tək gələnlərdən və sonra dinləyəcəklərdən təşəkkür edirəm indidən. Bir əziz yoldaşımız var burada, Ayrılmaz adında. O gözəl bir şiir orada yazdı. Onu istəsə öz səsi ilə gəlib oxuya bilər. Yoldaşları ki, bu proqrama eleştiriləri, soruları və ya görüşləri var. Orada istək göndərə bilərlər. Mən onları yuxarıya gətirə bilərəm və ya özləri eləsələr mən yəni onaylarım. Gəlib onlarda görüşlərini, sorularını və ya eleştirilərini suna bilərlər. Bütün Güney Azərbaycanlılara və bütün başqa yerlərdə olan, əsarətdə olan türk millətlərinə, lap belə bəlirli olaraq Çin işğalı altında olan Doğu Türkistanı, Suriye işğalı altında olan və Kürt işğalı altında olan Suriyədəki türkmənlərə, Irakda Kürt işğalı altında olan və Irak dövlətinin işğalı altında olan türkmənlərə və Rus işğalı altında olan 20-dən çox türk millətinə ana dili gününü təbrikləyirəm. Niyə bu millətlərə deyirəm? Çünki ana dil günü Pakistani Şərqi, yəni Doğu Pakistanda başladı və çox siyasi bir məsələdir. Sosial və siyasi bir məsələdir ana dil günü. Pakistan dövləti dedi ki, Pakistani Şərqidə, yəni Doğu Pakistanda məmləkətin adı zaten oydu. Partition olandan sonra oldu bu. İngilizlər oranı tərk eləyəndən sonra hər kəs istəsə bunun tarixini oxuya bilər. O partition yəni parçalama. Ki o Büyük Hindistanı partition elədilər, parçaladılar. Biraz oldu Bangladeş, indiki Hindistan.
indiki Pakistan və Sri Lanka və bunlar. Ki Silan idi o zaman, sonra oldu Sri Lanka. İndi buraya getmirəm. Niyə? Çünki bunu danışmırıq, partiyanı danışmırıq. Milliyyətçilər Pakistan şərqində dedilər ki, biz Pakistan dilini, Urdu dilini danışmaq istəmirik. Biz Bengal millətiyik, müsəlmanıq, Bengal millətiyik, biz Bengal dilini danışacağıq. Olmadı. Pakistan devleti oraya ordu gönderdi, əzdi ve büyük orada yani çoklu insanların ölümüne bahis oldu. Orada hemen hemen qətliam kimin ona yaxın oldu. Ancaq bunları neye deyirəm? O zaman Pakistan Şərqi Pakistanın bir parçasıydı. Ki sonra oldu Bangladeş. Ve indi dünyada başarılı məmləkətlərdən biridir. Hatta öz bölgəsində ərz edirəm yani. Çox millətli müsəlman məmləkətlərdən biridir. Və özünü o bölgədə, o vəziyyətdə idarə edir hər halükarda. Başarılı istiqlalın nümunələrindəndir. Yəni istiqlala o zaman ki siz əl atırsınız, o ola bilər başarılı olmayan. Mesela Çeçen milləti kimi, Çeçenistan kimi. O heç önemli değil. O olacaqdır. O bir pillədir, olur. Siz onu deneyirsiniz. Siz ona qalxınırsınız, ona qalxışırsınız. Veya Katalon milleti İspanya'da. Qalxışdı bu işe, olmadı. Veya başka nümunelerde getirebiliriz ki bəzən olur. Ancaq əksərən başarılı da olur. Mesela geçen 60 ildə, 70 ildə 2. Dünya Savaşından bu yana biz 100'den çok başarılı nümunemiz var. 100'den çok başarılı nümunemiz var istiqlala. O kadar da təqribən şey var. Başarısızlıq var. 146 məmləkət başarılı 146 məmləkət var. 100'den çoktur. Öyle ona benzer de başka yerlerde başarısızlık var. Ona göre yani değişik boyutlardan, değişik nedenlerden başarılı olur. Değişik nedenlerden başarılı olur. O da danışmak bu indiki mənim söhbətimin içinde değil. Ancak ana dili meselesi Bangladeş'in ve Pakistan Şərqinin müstəqil olmaq nedeni ve bahanesi olmuştur. Yani demək ki, vaxtı bir millətləşir, bir grup insanlar özləriyle biz bir millətik. Özlərini millət hesab edirlər. Millət kimi davranırlar. Millətdə devlətsiz ki, məna tapa bilməz. Millət devlətləşməsə, o daha da millət dağlar gedər. O millət idarə altına gedər, işgal altına gedər, asimilasyon yani böyle değişik bir milletin istilasının, kültürel istilasının, dil istilasının ekonomisi yani aradan gider. Ama devlet olanda her halükarda bir türlü bu dünyanın bu velvelelerinden, zəlzələlərindən bu milleti geçirer. Yaxşı devlet, pis devlet, her türlü devlet, heç fərq eləmir. O millət özünü o devlette təbəllür göstərir. Ve Bangladeş milleti, orada Bengal milleti özünü devletleştirdi. Ve bu ana dili üzerine oldu. Amerika milletinin İngiltere işgalından ve İngiltere istimarından kurtuluşundaki Amerika yarandı. Ana dili mesela değildi. İki tarafta İngilizce danışırdı. Bu tarafta tabii İspanyollar da var idi, Qızılderililer de, öz istəyirəm deyirəm, Qızılderililer, yerliler de var idi. Fransa danışanlar ve Fransalılar da var idi. Ancak çoxunluq, ağır çoxunluq İngilizceydi. O değildi. Veya Fransa'nın özünün işgaldan kurtulmasına ki dəfələrcə veya bütün memleketler düzəlende istiqlal tabi. Ya Cezayir'in siz hansındasınız? Afrika'da, Asya'da. Bunların hamısının bir istiqlal nedenlerini ve necə istiqlal tapmışlar onları araştırmışıq. En güzel nümunəsi bize ana dil gününün nümunəsidir, bahanəsidir, qıvılcımıdır, hər nə desəniz ki, bahis olmuş və Bangladeş məmləkəti yaransın. Hətta belə qardaş məmləkətdən, yəni Pakistandan, yəni qardaş məmləkətdir. Bengallarla Pakistanlılar qardaş millətdirlər. Dinən qardaşdırlar. Hər halükarda qardaş millətdirlər. Necə ki, yəni çox millətlər, İngilizlər, Amerikada olan
Ruslarla İngiliz milləti qardaş millətdilər. İdilər. Amma indi deyirlər. Yəni ilzamen öyle değil ki bir millet çok da birbirine benzer olsa o istiqlal tapa bilmez. Çok da tapar, çok da ister ve eler. Bütün hamısı milli iradeye ve milli isteğe ve o zamanın ve zamanın o lazım olan zerurətlərinə bağlıdır. Bu niye biz ana dil gününe əhəmiyyət veririk? Çünkü o millət ki özünü millət tanıyır ve istəyir öz devletini kursun ve istiqlal olsun, bağımsız olsun. Onun çeşitli böyle değişik nedenler olabilir. Ekonomik nedenler olar, ayrı seçkilik yani ırkçılık o millət istəyirlər, assimileliyər yox edir. O olabilir, ekolojik olabilir ki, yarı milletin toprağını dağıdır, suyunu, çayını, gölünü, her şeyinden. Buna hamısı, her şey olabilir. Veya ağır militari baskı olabilir ki, mesela resmen tökülürler adamların evine, olan uşaqlarını oğurlayırlar. Tutuklu olanlardan danışırdık mesela. Güney Azərbaycanda bunların hamısı uygulanır. Bu baskılar. Yani bahane isteseniz, bahaneni ben müsbet mənada deyirəm. Yani bir qıvılcım isterseniz, bir şey isterseniz ki oradan başlayasınız, ana dili onlardan biridir. Türkçe, Azerbaycan Türkçesi onlardan biridir. Ekolojimiz, təbiətimiz, yaşamımız onlardan biridir. Ekonomimiz, illa insaflarını var, ekonomimiz onlardan biridir. Resmen milleti fəqirliyə çəkirlər ve millet çok pis bir vəziyyətdə, çok kötü bir vəziyyətdə yaşayır. Yani meğer diyet deyərlər, günün çörəyinə möhtaç. Yani ağ bir çekli kadınlar, az yaşlı uşaqlar, çocuklar heyvanlardan bitçe çöreğin arkasında. Yani insan tehkir olunur. İnsan tehkir olunsa, insan korksa onun başına her oyuncalar. Ben öyle deyirəm ki, ana dil günü ki, çok mübarek ve güzel bir gündür. Güney Azərbaycan Milli Hərəkatının en önemli direklerinden olabilir. Türk dilini kaldırmak, Türk dilini her şeyi Türkçe yazmak, Türkçe okumak, Türkçe düşünmek bizim temel düşüncemizdir, binevre düşüncemizdir. Nece ki, biz defalarca bunları yazmışıq, uzun bunlar. Mesela benim indi yadıma gelen, benim öz yazılarımdan biri, dilin gücü, herkes istese, ne diyorlar, internette tapabilir veya benim özümden istese ben tapıp gönderebilirim. Yazılarımdan biri dilin barəsində dilin gücü ve gücün dili başlığı altında. Yani dil o kadar güçlü bir nesnedir ki, bu dil mefhumu, bu dil kavramı. Ki gücün yani kudretin, devletin dili olur. Devletin sizinle danışmak dili. Ve devlet nece özünü tərif elər? Dilinə. Güc özünü nece tərif elər? Dilinə. Mesela indi siz uşaqlığınızdan dediniz, biz de diyelim. Mesela bizde birisi bir şeyi daha çok Farsça qatsaydı o bəhsin içine, danışığın içine. O yani daha bilinçli birini, bilinçli yok, okumuş birisiydi. Deyərlər filanca Tehran didədir, bizim şəhərdə deyərlər. Yəni Tehrana gelib görübdür. Mənzuru Tehrandan, yəni Fars milləti ilə uğraşıbdır. Və ya filanca xaricdidədir. Yəni bu Farslılara da şamildir, bizə də şamildir. Yəni bu gedib xaricəni görmüş. Xaric kələməsi neyi göstərir? Gücü göstərir. Beyində o daha səndən bir daha üstündür. Əgər bir mal, mesela vətən malı olsa, Azərbaycanda düzəlmişsə, Türkiye'de düzəlmişsə, belli bir değeri var. Ama xaricdə düzəlmişsə, Alman malı ise, Fransa malı ise, İngiliz malı ise o daha yaxşıdır. Bu mefhum beynin içinde bütün istimar olunmuş, işgal olunmuş milletlerde var. Ki bu xaricə malıdır. Bu ceket mesela. Bu ceket yani yerli mal değil, bu xaricə malıdır. Ve o ben bilirsin, çok sağ ol, çok güçlü bir mevzunu. Ben aslında bu mevzunu düşünmemiştim. Düz değilsin. Kanada'da hiç ben görmemişim. Gelir bu Japon malıdır, Çin malıdır, harici malları aşağı alırlar Kanada'da. Sağ olun. Ben buna hiç dikkat edememiştim. Biz orada dilin gücü ve gücün dili məqaləsində bunu anlatmağa çalışmışıq ki, siz neyi üstün görseniz ona söykənərsiniz.
onun diline, onun kimin giyinmek istersiniz, onun kimin yerimək istersiniz, onun paltarlarını giymək istersiniz, onun kelimelərini, kavramlarını, mefhumlarını işledersiniz. Mesela görürsünüz ki bir tane malla, cahil bir malla ki adı alimdir, mesela əllamədir, laf belə cühalədir mesela. Getirip mənbərdə oturmuş, evvelen ki başlayır bu Arapça 3-4 tane bəlqur edir ağzında, həlləm qəlləm. Çünkü niye? Çünkü seni sehr eləmək istəyir. O seni sehr eləyir. Önce seni o bağlayır, tilsimləyir. Ki mən bax, bir şeyler demişsən bilmirsən. Bəs bu üstün bir şey. Bir şey bilmirsən senden yukarıda. Normalde. Sonra başlayır onları deyir ki, bəs belə də rivayətdə böyle deyirlər ki, böyledir. Sonra getirir o milləti bədbəxt eləmək elementlarını işlədir. Türkçe, Fars yerlerde Farsça, ne bileyim başka yerlerde. Ama önce seni sehr eləyir. Üstün dili. Arap dili. Arap dili orada gücün dilidir. Ama indi mesela o tarafta da gelirsen, mən Azərbaycanı, biz deyirik Güney Azərbaycanı. Yani mesela sözde aydın, ben aydınam. Giyinişi de tam mesela aydın kimindir. Kravat takır, şalvar böyle gözəl, şik, üzünü de qırxır. Yani tam mesela istəyib de Rus kimin, misal ne bileyim bir Almanlı kimin. Yani onu işgal edenlere benzemək istəyir. Onun dilini minip sürənlərə özünü benzemək istəyir. Şimali Azərbaycan olsa görürsən ki ağzında 5-6 tane Rusça balqur eləyir. Rusça kələmələrini. Yadıma düşür, biraz gülməlidir bunu deyim. Məştubat filmine hatman bakmışsınız. Çoxları bakmışlar. Baxmışam. Orada da bu bəhsi var. Çok değişik boyutlu bir filmdir. Çok. Sosyal meselelerin, toplumsal meselelere dokunur. Biri bu dokundu ki, biri Fransa'da gelip ders okumuş gelmiş. Baksanız o ele ağzını açır o yanda pardon böyle. Pardonla başlıyor sözünü. Ondan sonra 3-4 tane de Fransızca işlerdir akşamda. O biri Türkiye'den gelmiş. O zaman Osmanlı'dan diyelim veya yani Osmanlı olur her anda. O görürsüz deyir ki, efendiler, siz deyir ki, falan sözü dediniz, ben buna özüme hakaret söyleyeyim. O Türkiye Osmanlı şivesiyle danışmaya çalışır. Efendiler, ve öbürü ne bileyim Alman'dan gelmiş öyle. O mizin üstünde danışırlar ya bu 70'ler kız istemeye. Ama onun önemli de. Önemli olanı budur ki bir Güney Azərbaycanda özünü aydın, mən Güney Azərbaycanlıyıq, ona görə Güney Azərbaycan'a dönürüm. Güney Azərbaycanda özünü aydın göstermek isteyen de aynı şey görür. Bu hata bilmeyerekten biz de elərik, mən də elərim o hatanı var. Ama bilmeyerekten. Ama gerçek budur ki 4-5 tane İngilizce kelimeler işletmek, 4-5 tane ne bileyim tanınmamış adlar. Mesela düşünün ben diyebilirim de ben bütün Batı filozofların hamısının adını tanıyorum. Ne yazmışlar, görüşler. Mesela bir adlar diyeyim ki mesela namənusdur bazılarına mesela. Geçen dəfə danışırdık Türkan xanımına. Ben mesela Sartre'dan danıştım, Jean-Paul Sartre'dan. Onun hayat hanımısı yok ama hayat yoldaşı ve onun uzun süre sevgilisi Simone de Beauvoir'dan danıştık Fransalı. Ama onunla danıştık. Ama ben elə şeyler adlar işledim ki namənusdur bəzən, normal, adi millete. O neyi gösterir? Onu ben sehr eləyirəm. O İngilizce kələməylə, o İngilizce işletməylə. Veya niye? Çünkü İngilizce dünyada üstündür, gücün dilidir. Niye? Çünkü İngilizce danışanlar geçmiş 100 ildə, 200 ildə və 300 ildə biz yatarken onlar gəlib bizim yerlerimizi, dünyanın yerlerini işgal etmişler. Kesmişler, biçmişler, katliamlar etmişler, onların dillerini değiştirmişler, dinlerini değiştirmişler ve demişler ki biz bunları istimar ettik, koloni ettik. İstedik bunları adam eləyək. Aynen böyle yazmışlar. Biz bunları medenileştiririz. Bu vahşileri. Hani yani savage, İngilizce olur savage. Bu bütün yazılarında savage kelimesi işletmişler. Hem yerli Kızılderililere, hem yerli New Zealandlılara, indi New Zealandlılar, hem yerli Avustralyalılara, yerli Afrika'nın her yerine savages. Brutes
İngilizce'de brut çok az Fərəhin də bir danışığı var. Şahın arvadı Fərəhin də bir danışığı var. Deyir ki, bizə bəli, onlara da şeydə getmişmiş Fransada bir yerə, onlara da elə bunu işlədiblər. Hoveydanın da bir dənə şey var, danışığı var, onda video var. O da deyir ki, Abadanda bizi şirkət nəftə, itinə bizi şirkət nəftə qoymurdular ingilislər. Brut İngilizce'de guru demek lazım. Yani eski kelimedir ama guru. Yani kal, yetişmemiş, insanlaşmamış, medenileşmemiş. Böyle bahsler. Bunlar niye deyirəm? Niye o gelip seni vurmuş, ezmiş, təhqir eləmiş, sen yerini almış. Ona göre gedib Hindistandan yünü oğurlayıp gətirsə, onu İngilistanda, çünkü o makinelerin Hindistan'a istəmir Hindistan'a götürsün. O makinelerle bir tane parça düzəlsə, o parçadan ceket düzəlsə, sen de deyərsən ki, bak bu cekete bak, bu İngiliz malıdır. Bu dil ki mən işlədirəm görürsən, bu İngiliz malıdır, bu kələmə ki mən danışıqlarımda 5-6 dənə İngilizcə söz atacağım ortaya. Sən biləsən ki, mən səndən çox bilirəm. Bu səni sehr eləyirəm də. O malların ərəbcə bəlqur eləməyə kimindir. Mən ki sənə bunu beyninə soxdum ki, mən səndən çox bilirəm. Da bunu ki təsbit eləyə bildim ki, mən İngilizcə işlədirəm danışıqlarımda. 4 dənə də code, yəni Kod ne demek? Görsen ben özümde düşürəm 30 olan. Nəqli qol. Nəqli qol. 4 tane de nəqli qol söz. Mesela filan filosofdan, Alman filosofundan, ne bileyim İngiliz filosofundan, Fransa, Rus filosofundan işlətdim, gətirdim və sehr elədim səni. Ondan sonra təqribən hər nə desəm, sən ne edəcəksən? Qəbul edəcəksən. O məqaləmdə bunu anlatmağa çalışmışam ki, dilin gücü, ki dil nə qədər güclü, biraz önce siz özünüz de dilin gücüne biraz işarəlediniz ki, dil təqribən hər nədir. Dil təqribən hər nədir. Çünki mənə görə, indi mən də özüm və bizim düşüncəmizi deyim, bizə görə dil bir dənə çanaqdır, bir dənə qabdır. O qabın içinde kültür var, medeniyet var, ne bileyim bunun tiyatrosu var, musikisi var, tarihi var, her şey ki, her şey ki onu siz mefhumlaştırabilirsiniz. Bunu anlatmışıq biz dil meselesini danışanda. Anlamlaştırabilirsiniz, o onun qabın içindedir. O qab ona şəkil verir. O qabın necəliyi o içindeki mühtevaya, içerikliyine, yani o dile şekil, o mefhumlara öz istəyirəm, anlamlara şekil verir, onu biçimlendirir. Ve bunu ben ne bileyim 37-38 saat her saat değişik anlatmışam ki dil ne demek, dil necə düzəldir. O da internette var. Biz dili öyle bir qab görürük, bir çanaqdır, bir qabdır ki onun içinde her şey olabilir. Ona göre siz Rusça dili, Rus felsefesi Rus dilindedir. Rus mentalitesi, Rus düşünce tarzı Rus dilinde tökülübdür. Ve siz Rusçadan bir şey okuyanda ve siz Rusça bilseniz, siz Rusça iftihar eləsəniz ki, mən Rusça da bilirəm. Mən Rusça da kitaplar okuyuram. Çok güzel. Aslında beter adamsan sen. Sen 2 dil bilirsən. Rusçanı çok yaxşı bilirsən. Bu ne olur? Bu siz Rus düşüncesinin, Rus düşünce terzinin, Rus yaşam terzinin filtrerinden geçmiş düşünceleri sizin beyninize girmesine izin vermişsiniz. Aynı mesele Farsçaya şamildir. Ne demek? Siz bazılar savunurlar, cahilcesine savunurlar ki adam yani düşünün ki bize müeze eləyirlər. Yani molların özüne şeyde bir söz var diyor ki mollaya müeze eləmək. Müeze eləyirlər ki adam gərək düşmanının da, yani Farsı düşman belliyir orada. Sonra diyor adam gərək düşmanının da dilin bile. Asla böyle değil. Adam gərək ne kadar çok bilse o da yaxşı, dil bilse. Hiç öyle değil. Hazreti Ali de demiş ki, onlar değiller. Bir dil bilen bir insandı, 2 dil bilen 2 insandı. Ya bu boş sözler. Hiç de öyle değil. Mesela bu ki sizin o ana dili içidir. Ananızdan ki, ananın o kucağından, ananın sütüyle necə əmirsiniz o dili. Ve o dağınızı, çayınızı ve o necə o dil sizin beyninizi
necə gəlişdirir və formalaşdırır ta böyüyənəcək. Biz bunu gətirib ayrı dilin, ayrı kültürün, ayrı mədəniyyətinin, ayrı yaşam tərzinin, düşüncə tərzinin filtrindən geçmiş düşüncələri sizin beyninizə soxsaq, siz şaşıracaqsınız, bilməyəcəksiniz ki, fars kimi düşünəsiniz, ya türk kimi düşünəsiniz, ya rus kimi düşünəsiniz. Ayrı dil bilmək normal millətə, normal, yəni %99 millətə heç də lazım deyil. Öz dilində böyüyəndən sonra əlbəttə ki, eləyə bilər 30 dənə dil öyrənər ki, bu dilindən bunu yazar, tərcümə eləyə. Amma ana dili fərqlidir. Ana dili o dildir ki, ondan siz düşünürsünüz. Dünyanı o dilin açısından görürsünüz. O dil, biraz önce dedim, o dil sizin her şeyinizi formalaştıran odur. Ve biz bunu yüzlerce defa sabit eləmişik ki, hatta dil size bir de siz yaşıl rengi görəndə bir tane Türk onu değişik görür. İnanın, bunlar biz sabit eləmişik o dil meselesinde. O bir tane Rus onu değişik görür, bir tane Japonlu onu değişik görür, değişik dillerde. O yaşıl, göy, kırmızı renklere bile, düşünce terzine. Ben çünkü önceden çok danışmışım. Lazım değil diye. Yani bunlar çünkü bütün bunlar bilimsel ve elmi meselelerdir dil barəsində. İngilizce dilinde İngiltere haradır? Bir tane adadır da, cəzirədir. Değil mi? Bir tane adadır. Ona göre daha çok suyla uğraşırlar bunlar. Çünkü her şeyler suyla. İstən bir yere gidersin ki suyla gider. Yani olmaz ki o zaman da uçak yok. Biz geçen 1000 ildir ərz edirik. Ona göre bütün meseleleri, düşünceleri, her şeyi, bütün meseleler deyirdik, nəqli qovulları əslən suyla ilgilidir. Gəmiciliklə, qayıqçılıqla, bunlarla ilgilidir. Yani bizimkiler yok. Sen bir Türkçü düşün ki mesela daha çok dağlık yerde, daha çok düzenlik yerde, qumluq yerde, ne bileyim böyle yerlerde bunun beyni gəlişir geçen 1000 ildə. Ve daha çok savaşlarla gəlişir, Çinlilərlə savaşlarla, ne bileyim Ərəblərlə savaşlarla. Bunun yol kelimeleri de farklı olacak, sözleri de her şeyi o İngilizcə. Ben bunları misallarla sonra anlatmışam yani danışıqlarımda falan. İstəyirəm sözü yığışdıram, burada bitirəm ki, ana dili məhkəmələrdə, okullarda, xiyabanda, biznesdə, hər yerdə işlənilməsə, yazılıb oxunmasa, onun dil qurumu olmasa, dil qurumu bir vizarətin, bir bakanlığın bölümü olmasa, o bakanlığın bir devləti olmasa, öz devləti, öz ana dili, ana devlətin, ana bakanlığı. Bunlar hamısı boş sözdür. Özgə, hələ qala ki, düşman gəlib sənə nə dil qoruyacaq, nə dili rəsmi eləyəcək. Eləməyəcək, inanmayacaqsınız. Aldanmayacaqsınız, aldanmayacaqsınız. Nə sizdə dil qurumu qurar, nə sizdə bakanlıq qurar. Hər kəs ki, hər sadə və qafil ki, inansa ki, İran devləti gəlib səni qalxızacaqdır. İmkanı yoktu buna. İnananlar gafildiler ve özünü aldadan insanlardılar. Ana dili özünün erzeladığı şey, o öz devletimiz olmasa, Azerbaycan devleti için, ya Türkiye devleti için, Kazakistan devleti için. Sen devletin için bu işler görer. Senin devletin. Özgeden, ögeyden gelip sana bir şey elemez. Olmaz. Eğer herkes de inansa, o ya düşmandı, düşmanın senin içinde danışan adamıdır. Ya da çok sefil, cahil ve gafil birisidir. Salaktır. Dostlardan ben bu günləri yazıları görürəm. Bir cümle diyeyim bitirim. Benim şuarım, emelim, şuar, yani o şuarım, o sözü ki ağzımda diyerəm. Bütün siyasi hayatımda 40 yıldan çok budur. Türkçe yaz, bunu göstermişim hayatımda, ona göre deyirəm. Türkçe yaz, Türkçe oku, Türkçe düşün. Sen gedib Farsça oxusun xəbərləri. Sen Farsça yerdən gedib oxusun təhlilləri. Sen belə beynun Farsça kimin olacaqdı? Desən ki olmayacaqdı, o da yanlış. Çünki onun mekanizmini bilmirsən. Sen gedib xəbərləri, siyasi təhlilləri Rusdan oxusan, elə sən də beynun Rus kimin olacaqdı? Və mənə desən ki öyle deyiləm, mən o qədər güclüyəm ki, o qoymaram. Yox, öylədir.
İngilizcəsi də belədir, Fransızcası da belədir. Türkçe düşüneceksen, niye? Çünkü Türkçe yazacaksan, Türkçe okuyacaksan, Türkçe yazacaksan, Türkçe düşüneceksin. Çok teşekkür. Dostlardan biri burada mən bu gün görürəm yazıları, bəzisini görürəm, bilmirəm hamısını görürəm. Bir dostum yazıb ki, Eltan elə bir, əgər oxuya bilsən, Əkinci. Yazıb ki, amma dil azadlıqda parladar. Ya indi bunu mən sizdən soruşum. Avropa dilləri, Fransa olsun, İngilis olsun, İtalya olsun, İtalya yox, xüsusən bu Alman olsun. Bunlar bu dillər Latin dilinin altında idilər. Rönesansdan sonrayacan, çox sonrayacan hətta. Acaba bu baxışda siz də bunu görürsünüz ki, dil azadlıqda parlar, yoxsa dil bəzən xəfəqanda daha çox parlar? O dil siz dilə bir üzr istəyirəm. Bilirsiniz, İnsaf Ali bəy, Hidayət. Biz dili iddiamız var ki, dili tərif etmişik Güney Azərbaycan Milli Hərəkatında. Çünkü da bir gün, bir ay, 2 il, yani 10 dənə, 20 dənə məqalə yox. Biz Türk dilini, aslında dili tarif etmişik. Bize göre dördü biraz önce dedim de dil nedir. İndi de deyirəm ki, bir çanaq kimindir, düşüncələr bunun için. İndi ben deyirəm ki, bu da deyim. Dile biz bir yaşar ve yaşayan varlık kimi baxırıq. Yani bir organizm kimi. Bilimsel olarak bu organizm yaşayır. Bize göre bütün diller, ki indiyəcən neçə 50 mindən çox dil gelmiş ve getmiş. Yaşar, doğular, dili doğa bilər, dili düzəldə bilər. 2-3 saatte dil düzəltmək olar. İnanın. İndi də ki bu AI var ya, Artificial Intelligence, o Türkçesini de Babaqda Esperanto var idi, Esperanto dili. Saatte düzəltmək olar. Esperanto qoymun adını hər nə qoy. Yəni Mesela bu şey dil. Deyəm ki, çox sürətlə oxumaq olurdu da. Mənim yadıma gəlir ki, Şah zamanının axirlərində də bunu hamı başlamışdı örgəşə. Dil doğular bir varlık kimin, yaşayan bir varlık kimin. Yaşar, gençliğini geçirer, emeklemeyini geçirer, buluğ zamanını, ergenlik zamanını yaşlar, yaşlanar ve öler. Tam böyle. Ama bunu bakımına çok yetişsen uzun süre yaşar. Genç kalar, uzun süre genç kalabilir, verimli olar. Baskı altına koysan, xəstələndirsən, öbürü dilden hey kelimeler getirip soksan bunun içine. Bu virüs kimi, mikrop kimi bunu yer kurtarar. Fars dili görür. Fars dilinin bədbəxtliklərindən biri budur ki, 1400 ildir bunu Ərəb millətinin baskısı ve Türk milletinin baskısı bu dili hemen hemen biraz önce de dediniz. Eğer biz en büyük bunun şairi, yazarı Fars hafız ise biz Arapçanı bunun içinden, Türkçanı, Moğolcanı bunun içinden çıkarsak hemen hemen bu lal vaziyete gelir. Niye? Çünkü bu Fars dilinin pisliğinden değil, bu Fars dilinin zayıflığından değil. Bu Fars dilinin geçen 1400 yılda çok da ağır zərbə aldıklarındandır. Türk dili de aynı vəzə geçmiş. Tabii o zaman ki mesela 2000 il, 3000 yılından qabaq Çin dilinin etkisi altına geçmiş. Sonralar Rus dilinin, İngiliz dilinin, Fransız dilinin ve Fars dilinin, ağırca Fars dilinin etkisi altına geçmiş var. Ama bu alışverişte olur, komşulukta alışverişte. Bir gün siz bir komşuluğa geçseniz, bu komşunun qablaması o komşudadır, onun da malakkası bundadır, bunun da uşağı gedib onun bisikletini borcu almış, bunlar olur. Ve işlədirlər də. Diller birbirine verirler ama zorla olan da, bu institutional olan da, bu hesaplanmış olan da bunu getirip mesela baskıyla olsa ki senin dilin kendi dilidir, senin dilin devlet dili değil, senin dilin Xamene'nin biraz önce dedi. Evin içinde böyle gizlinde danışık dilin dili. O öyle bir iletişim dili. Ama benimki yok. Benimki resmi dildir. Benimki bütün hamımızın iletişim dilimdir. Sen benim dilimi öğrenmezsen, üniversiteye necə girersen, üniversiteye necə sınav verersen, imtihana gidersen. Böyle saçma sapan sözler. Siz dili bir silah kimin görseniz, o siz güçlü olanda da, azad olanda da kullanırlar silah. Silah en
sülhü, lap belə sülhü sever memleketlerin silahları o savaş severlerden daha çoktu aslında. O silah, dili, sen özün güçlü olsun, biraz önce ne dedi? Gücün dili. Siz güçlü olanda sizin diliniz de güçlüdür, kitaplarınız da çoktur. İndi dünyada en çok dil ki o dilde elmi məqalələr çıxır, bilimsel, İngilizcedir. Bəli. Herkes yoldaşlar, herkesin ki internete əli yetişir. Yazsın oradaki. Geçen yıl 2023'te neçə dənə elmi məqalə İngilizce, neçə dənə Fransızca, neçə dənə Almanca ve Rusça ve Çince çıkmış. Ve görərsiniz neçə dənə Azərbaycan Türkçesinde çıkmış. Elbette ki senin diş doktoru okumak isteyen de, felsefe okumak isteyen de her ne okuması İngilizceye gelir veya Rusça'ya o taraf. Dilin gücü buradadır ve gücün dili. Onu dili tarif eləyir. O güclü. Ona silah kimi bakır. Siz azad olmayanda da o silahtır sizin elinizde. İnsaf Ali Bey. Necə silahdır? Onu danışacaksınız. İlla onu danışacaksınız. İnadına onu danışacaksınız. Məhkəməyə gedəndə onu danışacaksınız. İnadına Fars gazeti okumayacaksınız. Xiyabana hətta təzahürata gedəndə Farsça şuar verməyəcəksiniz. Farsçadan tərcümə olunmuş şuarlar verməyəcəksiniz. Hər şey özünüzə aid olacaqdır. Buyurun. Yani o sualı, o dostumuzun komenti uzundur, onu okumadım. Çünkü mənə önəmlisi o parlar, azadlıqda parlar. Mənim nəzərimə gəlir ki, çox vaxt bir düşüncələr dilin o sıxıntıda olduğu zaman parlar. İndi mən geçirim ikinci bəhsə, əgər icazə verirsən. Silah parlar sıkıntıdan. Çünkü size lazım. En çok size lazım olan nedir? Siz sıkıntılı silahtır. O da yani Türk dili Türkçe bir silahtır. Silahtır. İndi filan silahtır. Doğrudur. İndi çünkü güc qaynağıdır. Əslində o güc məsələsində bir gün danışarıq. Amma bir gün mənim məqaləmi oturarıq onu danışarıq. Tamam. Daha çox onu təbliğ edərək. Olur. Ya olmasın ki, niyə olmasın? Çox da gözəl olar. Ərz edeyim ki, indi Azərbaycanda bir vəziyyət yaranıbdır. Dostlar, bu geçen zamanlarda da bilirsiniz bu çox olur. Azərbaycan milli hərəkatı sakindir, hərəkət eləmir, durubdur, filandır, dayanıbdır, filan. Belə bu bilirsiniz daha həm hətta farsı məqalələrdə, türkçədə öz aramızda bunlar hey deyilir. Mən bunu belə görmürəm. Oğul bəy. Buyurun. Mən əsla belə görmürəm. Məsələn, geçen hafta 3-4 gün bundan önce Təbrizdə bir konsert geçirib, muğam konserti, muğam müsabiqəsi, festival, cəşnivarə deyirlər. Bir festival, muğam, İran dövləti bu festival müvəffəq olmasın deyə salonun bərqini geçirdi, söndürür. Yaxşı iş görür mənə görə. Qulaq asın, görün nə olur. Normal budur ki, bu insanlar qaranlıqda gedək qorxalar, bir-birlərinə etimad eləməyənlər, qaçsalar ki, qaranlıqdan çıxalar eşiyə. Diqqət buyurun. Normal budur da, təbii ki, budur ki, hamı gərək vəhşət eləsin. Ay vay, nə oldu, niyə fərqlər getdi, qışqırsınlar, bağırsınlar, qoxsunlar, uşaq böyük ağlasın falan. Nə olubdur? Azərbaycanda bir dənə iş düşübdür. İnsanlar başlayıblar, konserti dövlət biləndi, bunlar bağlayıb da, yəni səs sıxmasın, bunlar dursun, geçsin. Millət səsə verib oxur. Bu qala daşlı qala, çıngıllı daşlı qala. Mən oxumaqlar bir yadımda deyil. Yəni görmüşəm ki, millət ağlıda. İstəyirəm bunu deyəm. Millət orada bunun yerinə ki dura qaça, bunun yerinə ki ağlaya, bunun yerinə ki bir-birin vuralar, eyvay nə oldu, bu onun cibin soya, o bunun cibin soya. Millət oturub yerində deyir ki, dövlət əgər o işi görürsə, mən öz işimi görəcəyəm. Öz işimi belə tam gözünün içinə türkçəni oxuyacaqsın. Uzadan hamısı səs-səsə, uşaqlı böyüklü, qadınlı, ağalı, hamı səs-səsə verir və milli oxumaqlarını oxur. İşğalçının tam gözünün içinə oxuyacaqsın türkçəyi. Elə bir şey olur ki, hakimiyyət görür ki, adamlar qorxmadılar, qaçmadılar. O oxumaqlar oxudular ki, icazə verməyəcəklər sən üstündə oxusunlar, onlar oxudu millət. Azərbaycan, yaşa Azərbaycan. Əlbəttə.
milli sorunları oxudular. Nə olur? Tiyağı yandırır. Yox qoyun bunlar Yoldaşlar otaqdadılar. Hamı bizə səlamlar, saygılar yazırlar orada. Aleykümselam. Bizdən onlara səlamlar, saygılar olsun. Güney Azərbaycandan qatılan və dünyanın hər yerində qatılan hər kəs ki, gəlirlər, biraz dinləyirlər, gedirlər. Bəziləri sorular yazır. Onların hamısına bizim səlamlarımız, saygılarımızı sunuruq, sevgilərimizi sunuruq. Hər kəs orada heç belə bir kısıtlılıq yoxdur. Hər kəs istəsə ki, gələ görüşünü, eleştirilərini, yəni olur, eleştirilər, intiqadlarını, tənqidlərini və suallarını, sorularını desin. Azaddır ki, oradan istəsin və mən onu onaylarım. Buyurun səfərlər. O cəşnvarə, o festivalı buna görə dedim ki, Azərbaycan milli hərəkatı əslən sükunda deyil. Hərəkət bu deyil, çıxasız xiyabanda, vurasız, sındırasız, rahatıymalıq edəsiz, götürələrsiniz, taxalar zindana. Hərəkət budur ki, içəridə düşüncələriniz deyişə, dünya baxışınız deyişə. Eləyə biləsiniz, fəlsəfə yaradasınız, düşüncə yaradasınız. Baxın, indi bizim geçen 30 ilin adamlarına baxsaq, yazarlarına, şairlərinə, xanımlarına baxsaq, birdən deyəndə ki, Türk dilinin tarixində neçə Türk xanım, qadın var, şair. Yoldaşımız, bilirsiniz ki, programımızda böyle şeyler olur da, mən sizin sözünüzü kəsirim. Siz də kəsə bilərsiniz. Tabii ki. Burada yoldaşımız deyir ki, bir yoldaşımız deyir ki, mən o zaldaydım, o salondaydım deyir. Deyir ki, Azərbaycan marşı oxundu. Oxundu, bəli. Dedim ya, dedim o yani o işgalçının gözünün içini oxuyacaqsın Türkçe. Bu yoldaşımız eğer istəyirsə, lazım deyil üzünü də göstərə. Gəlib danışa bilər orada. Sulduzdan səlamlar. Bizə, Sulduz toprağına gözümüzü, alnımızı qoyarıq Sulduz toprağına. Canımız qurbandır Sulduza. Səbəbi, yoldaşımız eğer gəlib danışmaq istəyirsə, nedir? Adın demək istəmirəm, özü istəsə. Bəli. O deyir ki, oradaysa gəlsin. Yox, istədim bunu deyəm ki, milli hərəkət əslən sükunda deyil. Milli hərəkət düşüncə mərhələsində, düşüncə yaradıq mərhələsində, dil yaradıq mərhələsində. Mən 2 kitab oxumuşam, geçən 2 ildə, 2 il yarımda. Bunu Türklər yazıblar, Türk dilində, Güney Azərbaycanlılar yazıblar. Ağa taza ədəbiyyat yaradır, taza şeir yaradır, taza kəlmə yaradır, taza söz yaradır. Fars dilinin milyardılar pul qoyur Fars dili. Fars dili milyardılar pul qoyur, kəlmə yarada. Geçən 30 ildə yaratdığı kəlmələri yıxsa, 2000, 3000, 5000 danadır. Bizim bir dana kitab mənim əlimə gəlibdi. Bir dostumuzdan, Güney Azərbaycanlı. Yox, bunun kitabı başdan ayağa taza sözdür. Yəni mən adını deyə bilərsiniz əlbəttə. Valla, düzün axtarsınız, mən o maşın təsadüfündə o kitabı əldən verdirdim. O maşın, yox, maşında qaldı, maşında apardılar, bilmirəm nə oldu. O kitab orada getdi, indi yadımda deyir. 1-2 nəfər yazar var, bunu mən Avropadan yazıb mənə göndərmişdilər. Töhfə vermişdilər. Mütəəssifanə, indi o, hər kəsə də deyirəm, heç kəs bilmir ki, nəyi deyirəm. Bir də, bir yazı tazalıqda bu kitabın adını deməyə icazəm yoxdur. Bu kitab çap olmayıb hələ, çap halındadır, Bakıda çap olur. Güney Azərbaycanlı bir dostumuz yazıbdır, bunun PDF-ini mənə göndəribdir. Sadəcə mən oxuyayım, etimad budur ki, mən bunu gərək dayandıram. Amma kitab başdan ayağa taza söz. Yəni, Kuzey Azərbaycanda da bu sözü eşitməmişsiniz, Türkiye'de de eşitmemişsiniz. Diyor ki, biz yaradıcılıq mərhələsindəyik. Bir yazar bir sözü işlədər, o sözü yaratar, işlədər və yerinə düşərsə, o həm akademiyanın, həm millətin ağzına düşər. Yerinə düşməzsə işlənilməz. Türkiyədə hər zaman böylədir. Oğuz bəy, hər düşüncə öz ədəbiyyatını yaradar. Düzdür. Deyirəm ki, yəni, məsələn, Türkiyədə illa, geçən 100 ildə minlər sözlər,
hem devlet tarafından hem dil kurumları tarafından hem icat olundu, düzeldi Bəli. ve yayılmaya çalışıldı ve çoxu öz yerini aldı Çoxu da ve almır. bəziləri də almadı. Bəli. Yani ama siz doğma, yani dil o zaman öler ki, biraz önce dedik ya, dil yaşar ve ona bakımsız olsa öler. Yani yaşlanar, ölürler de. Ne zaman yaşlanar? Yeni kelimeler, yeni sözler bu doğmayanda. Yani bu bar vermez bu ağaç. Biz insanlar necür qocalırıq? Normalde o zamanki hərəkətimiz azalır. Qocalıq bundan ibarətdir. Hərəkətimiz azalır. Öyrəşməyə əlaqəmiz olmur. Taza bir şeylərə əlaqəmiz olmur. Keçmişə qalırıq. Keçmişdə çox da yaşırıq. Bu zaman yavaş-yavaş qocalıq gəlir. Əslində qocalıq bunlardan ibarətdir. Qocalıq belə əyilməkdən ibarət deyil. Qocalıq o zaman olur ki, dilin yaşlanmağı bir neslin, bir kuşağın öz bildiklerini ve yenilediklerini yeni bir nesle ve kuşağa vermesidir. Öyle gençlenir, yani cavan qalar bir dil. Taza bir şeyləri alıb taza bir şey yaratmaqdır. Onu öbürü nəslə verməyin. Ona vermək üçün sistem lazım. Hə, indi bunu mən istəyirəm deyəm ki, Güney Azərbaycanın grupdan asılı deyil asla. Onu siz gərək sisteminiz ola ki, öbür gələcək nəslə verəsiniz. Ona da okul sistemi, eğitim ve öğretim sistemi lazım. Doğrudur. Evde olmaz. Ve dil böyle özünü gençleştirir. Yani o şey var ya, bir tane bir deniz ürünü var, özünü yenilendirir. Şimdi burada o bəhsə geçmeden ölmez. Bilirsiniz, bazı hayvanlar var ki, ölmezler bu dünyada. Bunu önceden danışmışıq. Yəni, bunların sellular level'da, yani o sellul bölümündə təzəşdən bəlli bir yere yetişəndən sonra özünü təzəşdən çevirər və gəncləşər. Bəli. Və bu 100 illər, yəni ölümü görünməyib. Məyər ki, xəstə olar, məyər ki, məsələn, bir onu yiyən. Ona İngilizcədə jellyfish deyirlər. Mən nümunə olaraq deyirəm. Əgər onun türkçəsini hər kəs bilsə, orada deyər. Jellyfish belə yapar ya, böyle əllərini böyle. Bu yaşakta, yani küçüklerde var, büyüklerde var. Bu hiç bak ölmez. Bu yenilenir. Rejuvenasyon deyirlər Fransızca'da. Rejuvenation, yani yeniden cavanlaşma. Niye? Çünkü o eski sellul öz yerini verir yeni sellula. Bu ki bir insan insafəli və gələ yeni kelimeler icat eləyə, onu eləyəcəkdir. Gərək eləyə. Mən istədim deyəm, Oğuz bəy. Sonra bunlar gərək sistemləşə və okulda yeni nəslə verilir. Ona verilməsə o sellul yenilənməyəcəkdir. Sizdə ölüb gedəcək. Kitablarda ölüb gedəcək. Bizim az kitabımız var. Bizim az kitabımız yoxdur ki, biz onu nəslimizə verə bilmirik gələcək nəslə. Çünki sistemimiz yoxdur, öğretim sistemimiz yoxdur, eğitim sistemimiz yoxdur. İndi məsələ budur ki, bizim milli hərəkətə baxanda, Güney Azərbaycana baxanda, İrandakı yaşayan türklərə baxanda, İranda türk tək Güney Azərbaycan deyil ki, Qəşqaylar da var, Xorasanlar var, Türkəmənlər var, Cunubdakılar var, hər yerdə türk var. Bunları baxanda görürük ki, tarix boyu bizim şairləri, türk qadın şairləri saysaq, şayət məsələn, nə bilim, 100-ə çatmaya, yap belə çox desaq. Amma indi bizim Güney Azərbaycanda fəqət 300'ə yaxın xanım şairimiz var. Və bunların düşüncələri, o şeirdə yazdığı düşüncə və o düşüncə formatı, yəni kəlmələri elə cümlə düzəldəsən ki, bu cümlə ədəbiyyatda görünməmişdi. Baxın, yaradıcılıq buradan başlayır da. Bu yaradıcılıq milli hərəkətdə görünür. İndi insanlar düşüncə formatı değişib. Bu bir. Yəni, düşüncə formatı yazıda görsəniz, cümlə bağlamaqda görsəniz. Buradan görsəniz ki, düşüncə formatı değişib. Yəni, biz İran çərçivəsi ki, ədəbiyyatı mədrəsələrdə bizə öyrətmişdilər, ədəbiyyat, şeir, qəzəl, nə bilim, məsnəvi filan, biz bunlardan geçmişik. Yeni bir əsrə girmişik. O yeni əsrə mən bir məqalədə yazdım. Oyanış əsri. O, Avropada şey deyirlər ha. Enlightenment period. Rönesans. Rönesans bir baskı dövründən geçiş dövrəsi. Biz o geçiş dövrəsini gedirik. Dövlət yox. Rönesansda da dövlətlər yox. Millətlər özləri ayrılırlar.
özlərinin varlıqlarına, dillərinə, hakimiyyətdə olmaqlarını, hakimiyyətlərin lazım olmağını düşünürlər, onun ədəbiyyatı, onun fəlsəfəsini yaradırlar. İndi bizim Güney Azərbaycanda milli hərəkətə böyük bir hərəkət gedir. Siz diqqət buyurun, belə nəzərə gəlir ki, hər bir şeyin üstündə biz təvafuqa yetişənmirik Güney Azərbaycanda. Seçkilərdə şirkət eləyək. Təvafuqa yetişənmirik. Ana dili haqqında görürsünüz ki, çoxlu məsələlər var. İran, Türk, istiqlal falan. Bunların hamısında görürsünüz məsələ var, danışıq var. Bizim aramızda sukun yoxdur. Milli hərəkət dayanmıyor. Milli hərəkət var. Var, düz. Amma bilirsiniz necədir? Baxın, düşüncə hərəkatı, beyinsel hərəkat önəmlidir xiyabanda hərəkatdan. Çünki əvvəl siz fikir düşüncəni yaradandan sonra burada bir təvafuq, Azərbaycan burada bir fəlsəfəyə yetişəcək. Buradan 10 dana, 20 dana, 50 dana fəlsəfə çıxacaq. Siyasi fəlsəfə çıxacaq, dil fəlsəfəsi çıxacaq, tarix fəlsəfəsi çıxacaq, baxış fəlsəfəsi çıxacaqdır, insanlıq fəlsəfəsi çıxacaqdır, hüquq çıxacaqdır. Hər şey buradan çıxacaq. Buradan çıxacaq. Bu indiki bu şey görürsünüz, fitrət. Fitrət, mən deyirdim ki, indi görən nədir? Dövrə. Bu dövrədə, bu bir dövrədir keçirdirik. Durgunluq bölümünə o zamana fitrət deyilir də, tıyına, 2 nöqtəli tıyına. Əslən belə bir şey yoxdur ki, məsələn, burada məncə Azərbaycanın gələcəyi və Türk dünyasının gələcəyi bu gün Güney Azərbaycanda keçilir. Çünki hər şey dəyişilir. Dilin formatı dəyişilir, düşüncənin formatı dəyişilir, baxışların formatı, dünya görüşü, hüquqa baxmaq, demokrasiya baxmaq. İndi məsələn qabaqcalarda diqqət buyursaq Oğuz bəy. Məsələn bir 3 il, 5 il bundan qabaq bizim çox insanlarımız 2 dana qavrama çox dayanırdılar. Hüquqi bəşər, demokrasi. Və bu Batı və İran baxışı ilə idi. O mediadan aldıkları üçün də İranda hüquqi bəşər və demokrasi. İndi bizim insanlarımız təqribən bu iki qavramı danışmırlar. Təqribən demokrasi qavramı və hüquqi bəşər qavramı danışmırlar. Çünki hökumətsiz bir millət, gücsüz bir millət və yaxud o siz dediniz, güc və qüdrət, dil və güc bu. Bu indi burada keçir. Yəni dilsiz, qüdrətsiz bir millət əvvəlcə qüdrət ələ gətirər. Qüdrət ələ gətirər və dövləti istiqrar saxlayır, dövlətin tamam təhlükələrdən qoruyub bir yerə gətirər ki, hamı buna baş əyə, qəbullana, daha bu xətərdə olmaya, aradan getmək ehtimalı, ondan sonra demokrasi, ondan sonra azadlığı danışmaq olar. Yoxsa siz indi bu çox, məncə o milli hərəkət düşüncəsəl siz düşünün ki, siz məni bir yerə götürürsünüz və orada yoldaşlardan sizə salamlar, saygılar yazmışlar. Aleyküm salam dostlar. Onlar siz görmürsünüz orada? Mən vallahi düzün axtarsınız bir yerdə Armanızı vursanız da yazılara daha da çoxalar yazıları görərsiniz orada. Ha, okey. Mən bunu dəyişdirim. Yox da hələ... Bəli, buyurun. Siz məni bir yerə götürürsünüz. Orada böyle yüzler kərpiç, tuğla, ne bileyim daş, ağaç, ne bileyim dəmir dökülüb yerə, o yana bu yana. Siz mənə deyirsiniz, bax nə gözəl evdir bu. Bax, çox gözəl burada qavramlar var. Bax orada indi onlar onu danışırlar. Bax onlar da ona yetişiblər orada. Bax buna çox gözəl hərəkətlilik var filan. Mən nə deyirəm, hamısı düzdür. Çox gözəl. Bu kərpişlər, bu hamısı dəmir, hamısı yerdə, böyle sərgərdan, düzensiz. Hətta görürsünüz mesela, aynı düşüncədə olan gruplar var ki, değişik adlar altındadır. Normaldır. Mən öyle demirəm ki, hamı yığışsın bir dənə düşüncənin altına, bir bayrağın altına. Ama bəlkə də o da lazımdır. Ancaq mesela budur ki, sonunda bu kərpişlər, bu tuğlalar, bu ağaçlar, daşlar, dəmirlər, hamısı gəlib bir yerə yığışmalıdır bizə görə. O da Güney Azərbaycanın dövlətçilik fəlsəfəsidir. Güney Azərbaycan dövlətçilik məfkurəsidir. Bəziləri ki, özlərinə çörək ağacı eləmişlər ana dil məsələsini, Azərbaycan türkçəsi məsələsini ki,
bu seçimler olanda, qoy işarə eləyim bu seçimler mesela. Seçimler olanda Danışacağız. meclis Söhbətlərimizdə bir zaten seçimdir, bəli. ne bileyim meclis seçimleridir, ne bileyim sözde Cumhurbaşkanlığı İran'ın seçimleri. Böyle sahtekarlıklar ki olur, adını koyarlar, seçim, şovlar ki olur ya. Ona katılırlar. Bir tane nümayəndə bir adam gelir, bir aday gelir. Ay ben Azerbaycan bir Türkçesi. Deyir buna Azeri demeyin, Türkçe deyin. Bunlar hamısı geçen 2-3 günde olmuş ha. Geçen hafta olmuştu deyirəm. İsterseniz o adamların adında bir hamısının sülalesini de diğer hükümetinize. O da budur ki, yani düşünün ki təzəşdən bu oyunlara girişir bazı nümayəndələr. O ne kadar olar salaqdılar ki, siz deyirsiniz milletin içinde gelişmeler var. O gelişmeleri hala anlamamış ki, biz o meselelerden geçmişik. Biz Azeri, Türk meselesi, ana dilim istəyirəm, bunu istəyirəm, onlardan geçmişik biz. Demokrasi istəyirəm. Bizim demokrasinin de Güney Azər milli hərəkət, bir qurtuluşçu bir hərəkət. Demokrasi ilə nə əlaqəsi var? Demokrasi bir idarə sistemidir. Demokrasi milletin öz devletini devletinde temsil olması meseledir. Bizim devletimiz yoktur ki biz orada temsil olalım. Bu devlette kim var? Bu da işgalçıdır. Azerbaycan devlette bizimki de başka yerde özüne devleti var. Güney Azerbaycan bir vahittir, bir yönettir, bir topraktır ki orada bunun ne devleti var? İşgal altındadır. Sözümü getireyim oraya ki ana dili bəziləri özlərini bu Azərbaycan Türkçəsini və ya Azeri Türkçəsini və ya Azeri hər nə desəniz bunu çörək ağac etmişlər ki biz İranda ana dilini edəcəyik, əldə eləyəcəyik, nə bilim. Ay çox da sevinirlər ki Təbriz Üniversitəsində bir dənə bir bəxş açdılar, bir bölüm, bir dənə bir nə deyirlər bir klas qoydular, Türkçə dərs verəcəklər. Onun da ustadların hamısı bunlar geçmiş. Onun efektivde ustadların, Türk ustadların, Türkçe bilenleri çıkarttılar, Fars getirdiler. Bunlar geçmişik. Yani geçen 30 yılda bunlar bunları yaşayıp geçmişik ve bunlardan geçmiş milli hareketimiz. Biz İran çerçevesi içinde ana dilimizi istemirik. Biz İran çerçevesi içinde demokrasi istemirik. Biz insan hakları istemirik. Kadın hakları istemirik. Çevre hakları istemirik. Niye istemirik? Çünkü biz işgalçıdan bir şey istemirik. Çünkü biz düşmana inanmırıq. Benim gene de özümü təbliğ edeyim burada hükümeti basadətinize. Benim ne bileyim 20 yıl bundan da bakacağım. 25 yıl bundan onun yazısına bakabilirim. Bir tane yazım var, bir megalem var. Adı düşmana inanmaktır. Yoldaşlar gene istəsələr tapabilirler bir yerlerde. Bulabilməsələr mən göndər. Düşmana məqalənin adı budur. İnanmaq. Azərbaycan Türkçəsi kimi. Düşmana inanmaq məqaləsində mən İnsaf Əli bəy deyirəm ki, siz düşmana inansanız, düşmanın dediklərini biraz önce dedik, düşmanın filtrerindən geçmiş, beyniniz öyle biçimlənmiş, formalaşmış. Düşmana inanacaksınız. Düşman ne desə sizə ona inanacaksınız. Düşman desə ki, hələ bir seçimə bir rəy ver, sənin durumun düzələcək, sənin vəziyyətin düzələcəkdir. Ne bu defa Qazizadəsi gəlir. Bu gedib şəhid ailəsidir. Ne bileyim, getmiş yaralanmış, ne bileyim, İranla Irak savaşına. İranla Irak savaşına mənə nə dəxli var indi? Bu getmiş orada özünü şıxtı şehid eləmiş. Eğer bu getmiş başka milletleri orada öldürmüş ve Fars'la orada Fars sistemiyle, Irak sistemiyle orada savaşı. Bu bizim milletimizin felaketidir. Bir Güney Azerbaycanlı cede orada Irak'la İran savaşı. Bu yani en büyük felaketlerden hakikaten İnsaf Əli bəy. Geçen 40 yılda en büyük felaketlerden biri Güney Azerbaycan'ın necə deyirik? Çevre meselesi, Urmuc Gölü meselesi, ne bileyim. Bu büyük bir felakettir. Çünkü bu her şeyimizi etkileyir. Bakın Döktür Yahya'yı hemen danıştırdım. Sözlü şekerle burada kesin. Döktür Yahya'yı deyirdi ki İran-Irak savaşı bizi 100 il dalıya saxlayacaq. 100 il. Yani Koryon'un içinde olubsa bir nesl kamilen bir neslin doğar fikirli nesli kollan öldü gitti. Bir nesl evden olsun. İnsaf Əli bəy, en güzel gençlerimiz.
ən yiğitlərimiz. O ki deyirdi, mən gedərəm, savaşaram, adını gətirmirəm. Bilirsiniz, məşhurları da var Azərbaycanda. Getmiş, orada kimyayı olmuş, ölmüş. Yaralanmış, gəlmiş. 10 minlər şəhid olmuş, ölmüş. O İran versiyonu budur ki, şəhid olmuşlar. Bizə görə bizdən alınan gənclərdir, cavanlardır. Neyin şəhidi olmuş biz bilmirik. Güney Azərbaycan mənfəətlərimiz görə yox. Farsın hakimiyyətinin Farsın, İranın hakimiyyətinin tespiti üçün olmuş bu iş. Bizdən 10 minlər gəncin getməz. Ən gözəl insanlarımız, ən yiğit, qorxmaz yiğitlərimiz, ən dərdə dəyənlərimiz gedib orada, sən düşün, o gözəllikdə cavanı gətirəsən, verəsən topun, güllərin qarşısına ki, o məmləkəti, Güney Azərbaycanı qurur. Düşünün ki, o 10 minlər ki, orada öldülər. Azərbaycan'a savaş edilər. Düşünün ki, onlar Azərbaycana görə savaş edilər. Onda onlar istiqlala tələb idilər, təciziyə tələb idilər, əvamil əşrar biganə idilər. Halbuki həmən gəncdir. O yiğitliyini, o qorxmazlığını Azərbaycan öz toprağına, öz evinə, öz məhəlləsinə, öz şəhərinə kullanır. Deyir ki, sən işgalçı, Fars, İran sistemi, çıx eşiyə. Yox, bu getmiş Hüveyzədə, ne bileyim orada, o batlaqlarda Ərağın qarşısına orada İranı savunur ki, İran təsbit olunsun ki, güclansın ki, gəlsin, elə bunun ailəsini bizi daha çox əssin. Bizi daha çox əssin. Əslində buna da sonra da İran devləti gəlir, deyir ki, bu şəhid olmuş. Bizim içimizdə də bəzi qafillər var ki, Adibra bizim şəhid vermişik biz. Sən necə verirsən bu şəhid? Nə cür verirsən bu şəhidi? Mənə öyrət bunun mekanizmini ki, sən nə cür şəhid verərsən? Buyurun, mən əsəbləndim. Ona görə fikirləmirəm. Davam etməyə doğru olar. İndi bu seçkilərə gələndə, sizin sözlərinizin davamında düşmana inanmaq. İnanır, deyir ki, get rəy ver, vəziyyətin düzələcək. Heç də düzəlməyəcək. Əslində bu, yəni indi bu adamlar, mən diqqət edirəm bu şeylərə, iki dəstədirlər. İndi Azərbaycanda iki dəstə, biri də deyirlər təhrim eləyək, biri də deyirlər ki, rəy verək. Xüsusən biri də deyirlər ki, Urmuda, Sulduzda, Nəqədədə, orada, burada rəy verək, Kürdlərin qabağında. Amma həm Kürdlər indi o kandid və onların yaxınları ki, pul alırlar. Günə 150 min, 200 min, 300 min, 500 min alırlar. Mən eşitdiyim 500 mindir. İndi feylən onlar ki 24 saat bəxtlərini qoyurlar, 500 mindən başlayırlar, 1 milyonacan gündə alırlar. Dünənlərdə bir dənə xəbər gəldi. Azərbaycana təqəllibi pul göndəriblər Tehrandan. 9 milyard tümən təqəllibi pul bir kandidaya veriblər. Məclisə getmək üçün xəşdəsin o şəhərdə. Adamlara pul versin, nəfərə 1 milyon tümən. Adamlar gəlib mənə rəy verir. İndi bunlara diqqət eləyin Oğuz bəy. İki dana davanı hər iki tərəfdə aparırlar. Bir Azərbaycan Kürt məsələsi, bir də torpaq məsələsi. İndi bunu Kürdistanla bizim aramızda, Türkün arasında bunu aparırlar. O Şumallılarla bizim aramızda, Türklərin arasında Şumalda aparırlar. Riqabət daha baxın. Dövlət nə qədər görün. Ərəblərlə Lorların arasında həman davan aparırlar. Qəşqailərlə Fars və Lorların arasında aparırlar. Bəluçlarla, Sistanlılarla Farsların arasında aparırlar. Xorasandakı Türklərlə Farsların arasında aparırlar. Türkəmən səhradakı Türkəmənlərlə Bəluçlarla, Sünnilərlə Şiələrin arasında aparırlar. Şiə-Sünni davası orada. Bəluçistanda da Şiə-Sünni davası. Baxın, əslində hökumət bir dana şey götürübdür. Hangi millətin nəyə şey var, həssasiyyəti var, ona mən düşmən yaradım indilikdə. Hamısı mənim əmrimlə düşmən. Yəni İran dövləti deyir ki, ağa, bax, intixabat zamanı başlardı xanımlar açıq qoya bilərsiniz, Matihli, Furanlı gəlib çıxa bilərsiniz, milləti çağırın rəiyyət. Ciddi deyirəm, yəni gülməyin. O birisi tərəfdən deyir ki, ağa, Azərbaycandan danışın, Türk dilindən danışın, Kürt dilindən danışın, Kürdüdən qorxudun, Fars, Türkdən qorxudun, millət qorxudan gərrəyiz. Qabaqcan, Oğuz bəy, keçən illərdə, məsələn, bu Xatəmidən qabaq, Xatəmi dövlət, hətta Əhmədinəcad dövlətinə qədər söz buydu. Pisinlə, ən pisin arasında seçim yapmalısınız. Baxın, bizi deyirdilər ki,
İstəyirsən filan kəs gəlsin ya Əhmədinəcad gəlsin. Və onu qorxudurdular. Deyirlər ya o gəlsin ya bu. Sən bunu birini seç. İndi deyir ki, sən Kürddən qorxacaqsan, o Kürdə deyirsən Türkdən qorxacaqsan. Ona deyir, Rəşdiyə deyir ki, sən Türkdən qorxacaqsan, Türkə deyirsən Rəşdidən qorxacaqsan. Ərəbə deyir, Lordan, Bəxtiyaridən, Qəşqaydan qorxacaqsan. Bir dana düşmənlik yaradır 20 günlük, 20 günlük, 22 günlük. Ondan sonra baxın, bunların heç birisi, bu kandidlərdən sizə, kandidlər düz deyirlər, yaxşı, bunlar Azərbaycancıdırlar, millidirlər, millətçidirlər. Bunu qəbul edir, çünki danışırlar. Yox, ağa, bunlar keçən ömürlərində... Düşmana inanmaqdır. Bir dəqiqə. Keçən bunlar ömürlərində gətirsinə karnamələrini qoysun. Görək, harada bir cümlə yazıblar. Amma siz ona inanırsınız ki, o sualı ondan edirsiniz. Yox. Millətimizə deyirik. Biz onlarla ki danışmırıq idi. Biz millətimizlə danışırıq ki... Mərcə gördüyünüzə görə, ona inandığınıza görə ondan sual edersiniz. Gəlin millət. Deyin ki, sən bu adam indi Azərbaycançılıq eləyir, indi Sulduzçılıq eləyir, indi Urmiyyətçılıq eləyir, indi Kürdün ziddinə deyir, danışır bizi. Məsələn, bu adam indi keçən ömründə bir cümlə yazıb Kürdə görə. Bir cümlə yazıb deyib ki, Azərbaycanın bütün buna görə Urmiyə, ustandar göndərəndə Azərbaycanı qərbiyə, Kürdü göndərəndə bu adamlar durublar, danışıblar. Yox, mən elə bu tutumu eləşdirmişəm. Elə bu tutumu. O yazımdakı 20 ildən çox yazmışam mənə görə. O məqalənin adı, yazının adı düşmana inanmaqdır. Siz düşmana, sizi demirəm, yəni sizin şəxsiniz. Siz düşmana inansanız, düşmanı mərcə bilsəniz, məsul bilsəniz, məsul yəni sorumlu. Ona deyirseniz ki, gəl göstər görək sən nə zaman Azərbaycançılıq yapsın. Yəni onun sözünə bir türlü istinad eləyəcək ki, gətirsin göstərsin, ya göstərməsin, ya desin bax filan zaman bunu demişəm. Hər halükarda bu düşüncənin, bu düşüncə formatının adı düşmana inanmaqdır. Yəni biz deyirik ki, sən niyə ustandar göndərəndə, fərmandar göndərəndə Kürd göndərirsən, ya Fars göndərirsən, niyə Türk göndərmirsən? Ya Qazizadədir o adamın adı, değil mi? Qazipur. Qazipur. Sən niyə məsələn bunu dedin? O birinin adı nədir? O aslında yapalaq adam. Böyle cahillərin başkanı. Fizişyan. Ay fizişyan niyə məsələn filan yerdə filan sözü deyəndə sakit oturdu məclisdə? Kürdü danışdı. Kürdü danışdı. Və ya Xamneyə deyirik ki, Xamneyə bax Xamneyə indi intihabat oldu. Ayətullah Xamneyin gəlib 2 dənə türkü danışacaqdı. Və ya qadınların başını biraz öncə dedir, açıq bıraxacaq. Bunların hamısını fəlsəfi olaraq, sosial fəlsəfə, yəni sosial fəlsəfəsində, toplum fəlsəfəsində budur ki, demək ki, bu millət şeyi qəbul etmiş, yenilgiyi, bitmiş məsələ, düşmanı özünün böyüyü kimin, bir tələb məqamı kimin, rücu məqamı kimin. Yox, mən o cür görmürəm. Mən o cür görmürəm. Yox, o cür görmürəm. Mən belə görürəm ki, mən millətimizin... Yəni, millətin tərəfində. Yəni, biz istəyirik millətə deyək ki, ay millət, bunlar yalan deyirlər. Bunlar düzün... Yox. Millətin içində diyalog deyil. Biz Qazipur dönəminədir, Qazipur, hər kəs. Əslən, İran işğal sisteminin, İran-Fars işğal sisteminin tərəfindən hər kəs bizə sunulsa, gecə sunulsa biz deyəcəyik gündüzdür. Gündüz sunulsa biz deyəcəyik gecədir. Çünki onların milli mənfaəti İran işğal sisteminin milli mənfaətidir. Bizim milli mənfaətlərimiz değişik tərif olunur. Güney Azərbaycan milli mənfaətləri. Bunlar düzdür. Mənim əlaqələndirməz ki, Fizikçipur orada gətirmiş, məsələ, biri də var idi, bir salaq var idi, güya Azərbaycan milli paltarı giymişdi. Onun da adı neydi? İnşallah onun da adını bularıq. Təbrizli. Hər halükarda. Böyle şeyləri, şaklabanları, Qazipur kimin, Pizişyan kimin, hər kəs kimin ki, İran dövləti tərəfindən bizə sunulur. Bunları adam yerinə qoyub, bunların məclislərinə getmə, bunları dinləmə, bunlardan bir şey istəyənlər. Hamısı Güney Azərbaycan Milli Hərəkatının mənsubu deyirlər və onlar yalan deyirlər. Onlar düşmana inanmışlar. Oğuz bəy, indi burada bir
məsələ var. Yəni biz beləsi şəm qılıncı çəkib vuranda olmur. Niyə? Çünki indi məsələn deyirik ki, Güney Azərbaycanda 10.000 nəfər gedib kandid olur. Çox əlbəttə fikirlərim ki, çoxdur, amma fikir yaxşı 10.000 nəfər də. Bu 10.000 nəfər çoxu özü dövlətin adamı bilmir. Siz onları tətir eləmək üçün hər şey deyə bilərsiniz. Yox, biz deyirik ki, bir dəqiqə gözləyin, mən də siz də 10.000 nəfəri təmizlərsiniz. Yarpızların üstünə sərərsiniz. Biz deyərik ki, onlar qoymurlar biz düşmanı görək. Onlar hər halükarda mən də onu istəyirəm ki, hər vaxt qutarsaz deyim, mən də deyim. Bu qarşı argüment gərək ortaya gələr. Qarşı argüment gərək ortaya gələr. Şey olsun, tartışma siz mücadilə olsun, bu da buyurun mücadilə. Tamam, bəli, olsun. Baxın, qarşı argüment bu cürdür. Bu 10.000 nəfərin hərəsinin bir ailəsi var. Bunlar mənafi üçün bu vaqiyyətdir da. Hər kəs deyir, mənim ailəmdən çıxsa, mən bir şeyə, işə gedəcəyəm, fulana gedəcəyəm, bəhmana gedəcəyəm. Bir tərəfi buradır. Bu rejimdə, mən bir dənə məqalə yazdım. Mən bir dənə məqalə yazdım. Kimi? Kimi? Ayşmən. Yox. Ayşmən də Goebbels'i tanıyırsınız. Hitler'i tanıyırsınız. O Ayşmən, bəli, tanıdım. Ayşmən'i tanıyırsınız. Tanıdım. Bütün bu Nuremberg'da və sonra yaxalanıb gəldilər İsraildə, bunlar cəza nədir, məhkəmələr. Onlar bizim hamısı nə dedilər? Dedilər, biz işimizi görürdük. Biz məmuruq. Əksəri və xanım Hannah Arendt var ya, o da elə bunun üzərinə fəlsəfəsini qurdu bütün həyatını. Biz bunları biz bu hekayələri ki, 10.000 nəfər o ailəsi var, geçimi var. Bunlar hamısı göstərir. Güney Azərbaycan millətini 4 ildə, 6 ildə böyle sallaqlıq altına çəkmək, hiçbir uşağı var, xanımı var. Bunlar hamısı biz o zaman o şah zamanına üsyan eləyəndə o inqilabilərdən olanda biz bunlara deyərdik bu İslamilərin kəlmələrini işlədik. Ələməyə üz istəyirəm. Əmələyə zalim deyərdik. Düz deyirəm ya yox. Əmələyə zülm. Bunlar əmələyə zalimdilər. Əmələyə zülmüdülər. Və sizin qardaşınız da olsa əmələyə zülmüdülər. Bacınız da olsa əmələyə zülmüdülər. Kandid də olsa, rəy də versə. Bunlar hamısı, bunlar qoymurlar hesab Əli bəy, siz düşmanı görəsiniz. Bəli, doğrudur. Amma indi yenə də bu dedim, bunun qarşısında bu şey var, bəhsi var. Bizim millətimiz bir çıxış yolu axtarır, bir umud axtarır öz içində. Ki, burada həm vətənin qorusun, həm dilin qorusun, həm hökumətinə özünə bir güc qazansın, həm bu sümürgədən çıxsın. Hər köpük ki, suyun üstündə durur, ona əl atır. Bunlar da bu kandidlər ki var, bu kandidlər mənim nəzərimə, mən bax, dünənləri bunu bir yerdə yazdım ya dedim ki, mənim nəzərimə xainlərin ən başı Azərbaycanda kandidlərdir. Gedir özün dövlətə deyir ki, sən məni seç, qoy ora, mən gəlim onların tərəfindən sən dedikləri icra edeyim. Yəni bu adamlar kandid olmasalar, Azərbaycan əslən bu şeyə rəqabətə girməz bu insanlar. Bu şəhərlərdə qoyunlar olmaz. Deyirik ki, okulların, mədrəsələrin birinci günü o ki gedəcəkdir. Hansı günkü başlayır? Çünki bəzən birinci günü tətildir. Burada da bilirsiniz nə işçilər günüdür. Hər halükarda o gün uşaqlar gedəcək mədrəsəyə. O günü simvolik olaraq götürməyin uşaqları. Birinci, əvvəli, ibtidai. Uşaqları götürməyin okula. Götürməyin. Sizə bir zərəri yoxdur. Heç bir şey olmayacaqdır. Heç kəsi asmayacaqlar. Qorxmayın. Ki, simvolik olaraq biz bu sistemə göstərək ki, biz sənin eğitim sisteminə qatılmırıq. Sən uşaqları orada, sən bizim əleyhimizə, vətənin, toprağın, bütün varlığımızın əleyhinə bara gətirirsən burada, bunu farsça öyrətməklə. Biz aynı şeyi o kandid olana, indi kandid olan ağacdır, ona çörək verirlər, siz dediniz ki, ailəsi var. Əsla o mənim şeydir. Bəhsindən açdı eşiyə ki, o 10.000 nəfərin ailəsi var. İndi ailəsi var, neyini yapmasa? Baxın, qulaq qoymursunuz da, mənim sözüm qurtulağa görək ki, mənim bu argumentim nə olur? Argumentlər deyir ki, bunlar, yox, bitmədi. Deyir ki, bu 10.000 nəfər ki, burada dəyişirdilər, bunlar Azərbaycançılıq iddiası edirlər. Baxın,
Bunlar gəliblər burada, demirlər biz gedəcək Farsın mənafeyin, İranın mənafeyin. Bunlar deyirlər biz Kürdün qabağında duracağıq, Kürdistanın qabağında duracağıq, işğalın qabağında duracağıq, ana dilin rəsmi eləyəcəyik. Ya elə bir sözlər deyirlər ki, bizim millətimiz ki, sizin mənim səsimi eşitmirlər, siz mən də kandid dəyirik onlar kimi, bizim sözümüzü eşitmir. Orada onların sözünü eşitir. İndi burada ikiyə bölünür Azərbaycan. Səs verək, verməyək, rəy verək, verməyək. İndi İranı kapatmışlar, hər yeri kapatmışlar, radyoya, internete, açıq internete, açıq televizyon, hiçbir şey yok. Siz ona yetişin. İndi deyirik ki, biz bunlara nə deyirik? Biz indi buradan, cənabınızla mən danışırıq, deyirik ki, ağa, o kandidlərdən soruşun heç olmasa, əgər doğru deyirlər, Kürdlə istəyirlər Qərbi Azərbaycanda savaşalar, istəyirlər Kürd Azərbaycanı almasın, istəyirlər Azərbaycanı, Batı Azərbaycanı, Qərbi Azərbaycanı yenidən bölüb iki ustan çıxadıb birinə ustanı Urmiyə, birinə ayrı bir şey deməsinlər, istəmirlər Azərbaycanı bölüb Kürdistana verməsinlər, gəlsinlər desinlər, biz geçən 6 ayda, 1 ildə bunlar yazıları yazmışıq, bizim bunlar var. Biz indi intixabatdan ötürü İran hökmünə əsasən, Farsın hökmünə əsasən biz gəlib bunları danışmırıq. Bizə indi niyə? Dünənəcən hər kəs danışsaydı, tuturlar, salırlar zindana. Bizim nə qədər adamımız var ki, zindanda bu sözləri danışdığı üçün. Amma qabaqdan kandid deyirlər onlar. Amma indi bunlara niyə icazə meydan veriblər? Bunlar danışırlar. O Kürdə həmlə edir, o Türkə həmlə edir, o Azərbaycanı, o Kürdistan deyir. Niyə? Çünki əlan rejim İran deyir ki, hər neyini eləyib milləti gətirin, səs versinlər, mən məşruiyyət qazanım. Mən deyim ki, istiqlalçılar, Azərbaycancılar yalan deyirlər. Mənə bir belə adam rəy verən var, bax. Mənə bir belə adam rəy verən var. Siz özünüz deyirsiniz, sonra özünüzü nəqz eləyirsiniz, sonra özünüzdən dəlil gətirirsiniz. Böyle olmaz ki. Biz deyirik ki, siz İranın meydanında oynamağı təşviq edirsiniz. Siz deyirsiniz ki, gəlin bu kandiddən ki, sadiq deyil sözlərində. Mən sizin sözünüzü anlayıram ya yox. Siz deyirsiniz, bu adam ki, kandiddir filan kətdən, filan şəhərdən fərq eləməz. Bu sadiq deyil. Bundan bir soruşun ki, sən geçən bir ildə, 2 ildə, 6 ayda sən bu millətin mənfəətinə nə deyibsən, neyiniyibsən? Yaxşı, millətin filan dərdi olanda, filan fəlakət olanda sən neyiniyibsən? Sən hər zaman öz pulun, malığın, devlətin, o işgalçının tərəfində olubsan da. Sən üzr istəyirəm sən dedim. Siz istəyirsiniz, bunu təsbit eləyəsiniz ki, bu adam sadiq deyil sözlərində də. Çünki indi Azərbaycanın davuluna vurur ki, mən Azərbaycancıyam, mən Azərbaycanı savunacağam, qoruyacağam, değil mi? Mən də deyirəm ki, bu tutum, bu yaxlaşım işgalçının meydanında oynamaqdır. Ona rəy verməmək, ondan soru sormamaq, onu məsul bilməmək, onu mərcə bilməməkdir yolu istiqlalı. Tamam, bunu indi baxın, indi ona görə mən dedim ki, bizim millət iki yerə bölünübdür. Bunu indi gərək biz bu millətə qulaq ki, bizim millət 100 ildir iki yerə bölünübdür. Tamam. Biri İrançı türklər, biri Azərbaycancı türklər. Bu ikini bir bilirik. Biz indi gərək o iki İrançı türkdür, o iki İrançı türkdür, ona gərək deyək ki, nə cür ondan qutara bilərsən, nə cür bilərsən ki, sənin milli mənafeyin... Salam əleykum, sən niyə burada yalan dedin? O da deyəcək, bağışla, sən düz deyirsən, mən orasını doğru demədim, düzəldi. Gənə də minəcikdir. Şimdi onunla burada əlan biz ikimiz burada bir argüman aparacaq, bir bəhs aparacaq, bir mücadilə aparacaq. Bu mücadilə yayılacaq o toplumda. Düzdür bu səfər sabah deyil. Rəyciri sabahdır. Amma gələn dövrüyə millət deyəcək ki, tamam mən bu adam gəlsin, kandid olsun. Mənim düşmənim kandidi elədiği adama mən rəy vermirəm, getmirəm də rəyə. Amma indi feilən biz neçə ildir, indi mən siz 30 ildir, mən heç olmasa deyim ki 16 ildir ya 20 ildir. Məsələləri danışmırım. Yox, ocusu yox. Biz deyirik ki, təhrim eləyək. Çünki bu dövləti rəsmiyyətə tanımırıq, bu sistemi rəsmiyyətə tanımırıq. Rəy verməyək. Çünki hər rəy ki veririk. İşgalçı sistemi necə rəsmiyyətə tanıyarsınız? Tamam. Bunu rəy versək rəsmiyyətə tanırıq. Rəy keçsək onun meydanında, onun məhkəmə. İndiyəcəm dedik ki, indiyəcəm buyurduq ki, baxın. Siz indi burada məndən danışırsınız. Hətta siz məndən %100 müxalif də olsanız, məni qəbul edirsiniz danışmağa. Bəli. Mənə dəyər vermirsiniz. Mən sizə dəyər verirəm ki, danışıram burada sizə və sizi sayıram ki, sizə %100 müxalif də danışıram.
Bunu düşman bilən düşmanı qəbul edir düşmanlığa ki, düşmanlıq edir onunla. Biz deyirik ki, İran sistemi, onun seçim sistemi, ordu sistemi, eğitim sistemi, öğretim sistemi hamısı işgal sistemidir. Bunlar, Doğru. yani da bunun en sülhü sever, o dünyada bu çok az bilenler Gandhi'den danışarlar ya. Dünyada en sülhü sever yaklaşım Gandhi'nin yerler ki, mübarizeye menfi, eşidipsiniz Farsçası. Evet. Odur ki, heç olmasa diye qatılma da. Heç olmasa əmələ zülm olma. Yani o kandid bir yerde sıkanranlıq eləyəndə oraya getmə. Ona bir şey yazma. O değil. Ondan təqabit elə, onu təhrim elə. Bakın bir əsli budur. O adam ki kandid olub ki, təhrim eləyəsən. Ha, öz adamları, öz muzdurları, öz məvacib becirləri, üz istəyirəm farsça sözləri işlədirəm. Özləri 4 cüt, 5 tək. Otursunlar orada, özləri desinlər bu mərsiyələri ki, öz başlarına çalsınlar, özləri seçilsinlər. Biz gərək öz başımıza bir hesab çəkməliyik ki, biz nə etməliyik bu işgalçılarla? Çünki biz insaf alır, rəy versək. Eğer ben yanlış deyirəm, lütfen mənim sözümü her yerde istəsəniz burada indi çalsın. Ya rəy versək də, verməsək də, o uzun səhvləri, quyruqları düzsək də, İran gəlib orada videolar çəksə, göstərsə dünyaya baxın, rəy verirlər. Demokrasi var. Eləməsək də, getməsək də, o səhvlər qıssa olsa da, bu iş devam edəcək. Biz o toprağı 1925'lerde tutmuşuqlar. Oğuz Bey. Buyurun. Son xəbər. Buyurun. Dün Ənəcan hər bərbəri 2000 tümən idi. Bərbəri dediyinizdə somun çörəyidir. Ha, bərbəri deyirik bizdə. Biz ona bərbəri deyirik bizdə. Yox, biz ona somun deyirik. Türkçe. Bizdə o bərbərini dünəndən eşitdiyimizə görə 8000 eləyiblər. Azalıb ya çoxalıb? 2000 olub 8000 ta 10.000. Çoxalıbdır. 4 beraber pul soğa, 4 beraber. Gidin rəy verin. Yani bu rejimin bir siyaseti var. Bu rejimin, Oğuz Bey, bu rejimin bir siyaseti var. Dedim, əvvəl hər millətin baxır nöqtə zəfi və həssasiyyətinə. Hangi milletin neye həssasiyyəti var? Onu intixabat zamanı qurcalır, orada odu qızışdırır, rəy alsın. Bakın. Bak, ben bu internette, indi biz Instagram'da danışırıq. Bunu sonra inşallah ki YouTube'a da koyacaksınız. Biz gəlib burada deyə bilmərik ki, gedin bu rəy yerlərini vurun, dağıdın, sökün. Bunu deyə bilmərik ki. Aslında bunu demək doğru deyil ki. Biz diyoruz. Yani biz böyle şeyləri danışa bilmərik. Bizim en çok sözümüz ki, zaten içeride de internet dünyanın en yavaşıdır. Filter olmuş. Instagram bilmirəm orada, yani indi bəziləri şikənlə, filter qıranla. Ondan sonra YouTube ki öyle. Ne bileyim Telegram'ı öyle. Orada neçə nəfər mesela bizim mesajımızı veya başka yoldaşların mesajlarını, ne bileyim Günaz TV'nin öbürü yerləri, bunları eşidəcək. Çok az. Niyə? Çünki millət elə sizin dediyiniz kimi çörəyin 4 kat olduğunu şeylir. Davanın, uşağının, yemeğinin, ailenin o sosyetede olduğu milli sosyetede olduğu o camiada olan o vəziyyətini, viqarını istəyir ki, yani abırlı yaşasın da orada ailesinin önünde bunları düşünür. Da gəlib mesela bunları düşünmür. Ona göre biz gəlib burada deyə rəhbərlik eləyə bilmərik ki, bir dənə militant rəhbəri kimi. Gedin filan ne bileyim sandıq rəy yora dağıdın. Gedin buna o da sökün, o da belirleyin. Yok, biz deyirik en azı